gərəkdir, gərəksiz. Ya Allah, Hı. bismillah deyək, başlayaq. Ya Allah deyək, başlayaq. İndi ekran kaydı verim, daha doğrusu paylaşımı. Paylaşım geldi müəllimlər. Bəli, müəllimə. Çox qəşəng. Deməli, Miqa Girişin öncə PDF-in göndərəcəm Miqa Girişin kitabında, bir də 2022-də qrupa, o bir qrupa, yeni qrupa. Könülləri zaten var. Orada niyəcə başlayacaq yazmağa. Baxın indi. Ya Allah, bismillah deyək, başlayaq. Bax, birinci buradan. Deməli, ilk dərsimiz təbii ki, nədir? Natural ədədlər, görürsünüz. Oy. Natural ədədlər, baxın. Ən sevdiyimiz bölmə deyək. Ən sevdiyimiz tırnaq arası yoxsa həqqi? Bəli, asan. Yaxşı, natural ədədlərdir, bax işte. Natural ədədləri nəyi bilməliyik mənim də? Birinci düsturları yada salaq. Deməli, birinci deyək də, Allah aşkınamız müəllim, siz də balacaq deyirsiniz, bilirsiniz. Əbob sözünün mənasını bilirsiniz. Ən böyük ortaq bölən. A və B. Yəni, həm A-nın, həm B-nin, hər ikisinin bölündüyü ən böyük ortaq ədəd deməkdir. Məsələn, əbob, məsələn, nümunə edirəm. Bunları zaten bilirsiniz, amma yada salmaq üçün. 36, 24. Həm 36-nın, həm 24-ün hər ikisinin bölündüyü ən böyük ədəd 12-dir. Düzdür? Bunu bilirik və yaxud da indi öyrənci intihab baxasındır. 36-ın 24 1-ə də bölünür, hər ikisi 2-ə də bölünür, 3-ə də bölünür. Bu şəkildə düzdür, 4-ə də bölünür. Amma bunların içərisində ən böyüyü nədir? 12-dir. Ən kiçik ortaq bölünən A və B. Yəni, A və B-nin hər ikisinə bölünən ədədlər sonsuz sayıdadır axı. Onların içərisində ən kiçiyi deməkdir. İndi, məsəl üçün yazıram buradan 36, bir də 24. Bunların hər ikisini bölürəm nəyə? Bunların tutaq ki, vuruqlarını ayıram da. Sadə vuruqlarını yox, sadəcə vuruqlarını ayıram. Məsələn, 6-ya bölüm. Bölünmü? Bura düşəcək 6, bura düşəcək 4. Sonra hər ikisini təzədən nəyə böləcəm? 2-yə. Burada düşəcək nə? 3, burada düşəcək 2. Bax, bu axırda qalan ələnən, bax, bu ədədlər var ha, bax, bunlara. Bunlara deyilir nə? Ortaq olmayan vuruqlar. A və B-nin ortaq olmayan vuruqları. Bax, bunların hasilində də deyilir C. C olacaq nə? Ortaq olmayan vuruqların hasili. İndi düsturlar yada salaq. Birinci düstur, ən məşhur düstur budur. Əbob. Məmur düsturu yaxşı bilsəniz, əldə edəcəksiniz hər şeyi. Əbob AB vurulsun əkob AB. Nəyə bərabərdir? Əgər arada vurma varsa, bərabərdir. Həmin ədədlərin hasilində. Bunları vuruqlarına ayırmaq heç yoxdur. Hesablamaq da ehtiyac yoxdur. Məsəl üçün, əbob, məsəl üçün deyirəm, 25, 27, 25, 27 deyim, tutaq ki, 28, 25, 35 deyim də, lap tutaq ki. Vurulsun əkob, qısa yazıram, 25, 35. Da bunları əbobun ayrı, əkobun ayrı hesablayıb bir-birinə vurmuruq. Birbaşa 25-i 35-ə vururuq. Niyə? Bu düstura görə. Bəs əkobu əbobu böləni necə? Eyni ədədlər... 875 müəllimə. Necə? 875 hasil deyəsən. Bəli, bəli. Bir-birinə vuran deyildir, bəli. Əkob AB bölünsün əbob AB deyəndə müəllimlər. Əgər iki ədədin əkobunu əbobuna bölmüşsə, bu bizə nəyi verir? Ortaq olmayan vuruqların hasilini, yəni C-ni verir. Ortaq olmayan vuruqların hasilini verir. İndi o biri düstura bax, bu ikisini alır əsas. Demək, alırıq ki, əkobu tapmaq üçün əslində biz neyinirik? Əgər əbobumuz varsa, əbobu neyinirik? Vuruq nəyə? C-yə. Məsələn, bax burada. Məsələn, ən böyük ortaq bölən, bax, burada görürsünüz. Bax, bunların hasiliyi ortaq vuruqların hasilidir. Bax, bu bizdə ortaq vuruqların hasili əbobdur. Ortaq olmayan vuruqların hasili dediyi nədir? C-dir. Bax, bunların hər ikisini bir-birinə vuranda bu olur əkob. Əkob olur, deməli nə? 6 vur 2, vur 3, vur 2. Əbob vur C. Bax, bu düstur deməkdir. Eyni qaydanın əbob isə, əbob tapmaq üçünsə, neyinirik? Əkobu C-yə bölürük. Bunlar belə görünür, bax, məsələlərin həlində, misalların həlində. Yerində tətbiq edəndə çox qəşəng asan alınır misallarımız əldir. Sonra, təkcə bu mu? Yox. Əbobun tapılmasının düsturun bir dənə düsturu var. Çox istifadə olunur bundan da.
Kök altında A vurulsun B bölünsün C. Əkop isə kök altında A vurulsun B vurulsun C. Məsələn deyir ki, 2 ədədin hasili 36'dır. Ortak olmayan vuruqların hasili də məsəl üçün olsun neçə? 9. Deyir ki, əkobunu tap. Əkobunu tapan neydi? Kök altında A vurulsun B vurulsun C. 36 vur 9, bəli. O da 6 dəfə üçün 18, bəli. Düsturub bilsək, çox asandır. Məsələn, deyək ki, belə bir misala baxaq. Deyir ki, əbu A, B 9'dur. Deyir ki, əbu A, B 9'dur. A üstə gələk B. Cəmi deyir ki, A üstə gələk B cəmi bərabərdir. Məsəl üçün, tutaq ki, nə yazın? 36 olsun deyə. Bu nə deməkdir? Bax, A bölünsün, əbub A, B 9'dur demək ki, həm A-nı, həm B-nin ortaq böləni 9'dur. A-nı 9'a böləndə hər hansı bir x ədəd düşür. B-ni də 9'a böləndə hər hansı bir y ədəd düşür. Amma burada x və y nədir? Qarşılıqlı sadə olmalıdır. Yəni A-nı yazacağım 9x, B-ni yazacağım 9y. Amma burada x və y qarşılıqlı sadə olmalıdır. Düzdür? Yəni apar burada yerinə qoysam nə alacağım? 9x üstə gəl 9y bərabər 36, x plus y bərabər 4. Hansı qarşılıqlı sadələrin cəmi 4'dür müəllimlər? Hansı qarşılıqlı sadələrin cəmi 4'dür? 1 və 3. Başqa varmı? Yoxdur. Düzdür? Onda belə çıxır ki, ədədlərimizin biri 9 vur 1'dir, yəni 9'dur. O birisi də 9 vur 3'dür, yəni 27'dir. Bax, bu tipli verəndə həmişə bax belə yazın, bax belə yazın, bax belə. Bunlardan qarşılıqlı sadə olduğunu nəzərə almaq lazımdır, hökmən. Bildik mi buna qədər müəllimlər? İndi sadə bölənlərin sayı, sadə vuruqların sayı, bunları bilirik, düzdür müəllimlər? Məsələn, 36'nın sadə vuruqlarına ayırıram. Mən neyirəm? 9'a bölə bilirəm. Daha xırda bölməyim müəllimlər. 36 bilirəm ki, 9'a bölünür. Yazırım 3'ün kvadratına bölürəm. Neçə düşür? 4. 4'ü də nəyə böldüm? 2'nin kvadratına böldüm. 1. Uzun getmirik. 36 3'ün kvadratı vurulsun 2'nin kvadratı deməkdir. Neçə sadə vuruğu var deyəndə müəllimlər, elə ki, bax, bunlar nədir? Bunların hamısı bir yerdə nədir? Vuruqlardır. Bəli, 4 dənə sadə vuruğu var. Bəs neçə sadə böləni var deyəndə, bəli, sadə bölünməsi hərəsindən bir dənə var. 3'ə bölünür, bir də 2'yə bölünür. Sadə bölənlər 2'lərdir. Bəs neçə natural böləni var deyəndə, hər bir sadə vuruğun üstünə, bəli, qüvvətlərin üstünə bir əlavə edirik, axırda bir-birinə vuruq. Bəli, 2 üstə gələk 1, vurulsun 2 üstə gələk 1, bunlar yada salmaq üçün, bunlar 9. Bəli, neçə tam böləni var deyəndə, bəli, natural bölənlər 9 dənəcə, tam da onun 2 qatı. Niyə? Çünki məsəl üçün 5'ə bölünən mənfi 5'ə də bölünür də, tam ədəd daxı bu da. Düzdür? Mənfi 1'ə bölünür, mənfi 1'ə də bölünür. Yəni 2 qatı qədərdir o. Bax, natural bölənlərin sayı 9 dənədirsə, onda tam bölünən sayı natural bölünən sayının 2 qatı. Yəni 18'dir. Düzdür müəllimlər? Bildik bunu. Natural bölənlərin hasilin bəzən soruşur. Natural bölənlərin hasili, natural bölənlərin hasilinin düsturu çox yerdə istifadə olunur, amma olarsa qarşınıza çıxarsa, düstur belədir. Ədədin özü, tutaq ki, A ədəd, məsələn, tutaq ki, budur. A ədədin özündə natural bölənlərin sayını böldük nəyə? 2'yə. Məsələn, 36 natural bölənlərin hasilini tapaq deyəndə, 36'nın üstündə yazıram nə? 9 böl, bax, natural bölənlərin sayı 9 axı. 9 böl 2. Bu da 9 2'ye bölmədiyinə görə 36'nı yazırım 6'nın kvadratı. Düzdür? Üstündə 2 ilə 9. O da yaxsa geri qalır 6 üstü 9. Demək, natural bölənlərin hasili 6 üstü 9 olacaq. Bu düsturu bir yerdə qeyd edin. Çox istifadə olunur, amma olur qarşınıza çıxarsa məlumatınız olsun deyə deyirəm. Buranı bildik müəllimlər. İndi deyirəm ki, tam bölənlərin cəmi, məsələn, müəllimlər, baxın, 36 böyük ədəd 2 ədəd götürüm. Tutaq ki, 12'nin natural bölənlər hansılardır? 1, 2, 3, 4, 6 və 12.
Bəli, Peki. indi tam deyəndə bunun əksini yazacağım. Düzdürmü? İzahının başa düşəsi deyil, bunu kiçik ediləcən izah edirəm. Sıfır eləyir də -1 də müəllim. onun, doğru, -1, -2, -3, -4, -6, -12. Desəm tam bölənlərin cəmi, bəli, Sıfır. sıfırdır. Desəm sadə olmayan tam bölənlərin cəmi, fikir verin. Sadə olmayan tam bölənlərinin cəmi. 22. Cəmi yox. Sadə olmayan tam bölənlər o demək ki, müəllimlər. Yəni sadələri kənara qoyuram mən. Bax, bunlar sadədir axı. Ancaq mürəkkəblər. Yerə yox, sadə olmayan demək yəni tam da var axı. Bunlar da bu sadə deyil. Yerdə. Məsələn, bunlar Ha. sadə deyil müəllimlər. Sadə olmayan o demək tam bölənlərin içərisində deyirəm. Amma sadə olmayan tam bölənləri. Fikir verin. Baxın, fikir verin müəllimlər. Burada bu sadələri kənara qoydum deyə. Bax, məsələn, yerdə qalan hamısı cəmi nə olacaq? -5. Sıfır olacaq. Yerdə qalacaq o sadə bölənlərin əksərinin cəmi. Yəni -2 ilə -3 qalacaq. Onların cəmi bəli, doğrusuz, haqlısız, -5 olacaq. Demək, sadə olmayan tam bölənlərin cəmi deyəndə müəllimlər, sadə bölənlərin cəminin əksi olacaq. Yadımızda qalacaqmı? Bəli. Nə qədər böyüyə də olursun, qaydanı biləndən sonra Matematik bayaqçı qaydını bildirdiğinde hansını müəllimə? sadə olmayan tam bölənlərin cəmi. Bəli, sadə olmayan tam bölənlərin cəmi sadə bölənlərinin cəminin əksinə bərabərdir. Qeyd edə bilərsiniz bir kənara. Sadə bölənlərin cəminin əksinə bərabər. Gördük mü? 2 ilə 3 bizim sadə bölənimiz idi. Onların cəminin əksinə bərabər oldu. Gördünüz? -5. Bəli, mən başa düşdüm. Çox gözəl. İndi buradan daha nəyi bilməliyik müəllimlər? Məsəl üçün tutaq ki, Cüt tək müəllimə. Düzdür? deyəsən doğru. Məsələn, tutaq ki, A ədədidir. Sadə vuruqlarına ayırmışam. Məsəl üçün 2 üstü 16, 16 çox böyükdür. Çox böyükdür. 2 üstü 7, 3 üstü 5, 5 üstü də 2. Məsələn, deyirəm ki, müəllimlər, deyirəm ki, A ədədinin, bir dənə də B ədədi yazım qoyun. 2 üstü 5, 3 üstü 6, bir də 5 üstü 3. Deyirəm A ədədinin cüt natural bölənlərinin sayı. Cüt natural bölənlərinin sayı. Cüt ədədlər nə deməkdir müəllimlər? Cüt ədədlər bildik ki, Təkləri çıxıb müəllimə cütlərlə işləyir. 2-yə bölüb işləyirik bunları. bəli. Cüt natural bölənlər müəllimlər 2-yə bölünədilər deməkdir. Yəni mən buradan 2 vuruğunu ayırmalıyam ki, görüm 2 vurulsun nə qalacaq ki, oradan alınan natural bölənlər. Bax, bunlar soruşur məndən. Ona görə də 2-ni, bax, bu 2 vuruğunu ayırmaq üçün 2-yə böləcəm. Deməli, bunu bölürəm 2-yə, 2 üstü 7, vurulsun 3 üstü 5, vurulsun 5 üstündə 2. Bölürəm 2-yə qəşəng. Burada 2 üstü 7-nin bir ixtisar gedir. Düzdür, qaldı 2 üstü 6, 3 üstü 5, 5 üstündə 2. İndi bax, bu 2-yə bölünən, yəni 2 vuruğun ayırandan sonra yerdə qalan 2-yə bölünən ədədlərin nədir? Natural bölənlərdir. İndi buradan tapanda bəlkə qaydayım. Düzdür, 6-ın üstünə 1 gələcəm, 5-in üstünə 1 gələcəm, 2-nin üstünə 1 gələcəm. Bunları da vuracam bir-birinə. 42 edir müəllimə. 42 yox. Çox qılar. Burada üstə var axı. 42 vuruyor. Bəli, 126. Məsələn, deysə, amma tək natural bölənlər, müəllimlər, tək natural bölənlər, yəni 2-yə bölünməyəni, yəni cüt vuruq olmasın da orada. Yəni, bax, bu 2 var, bax, bu 2 vuruğu orada olmasın. Yəni, yerdə qalan təklərdir. Bəli. Tək natural bölənlər deyəndə müəllimlər, onda biz 2 vuruqlarını qoyduq kənara. Çünki 2 olan yerdə cüt əmələ gəlir də, bilirsiniz onu. Yerdə qalanlar nə qalır? Təklər nə qədər var, hamısını saxlayıram. Bəli, buradan nəyi əmələ gətirəm? Bax, buradan olan natural bölənlərin sayı. 5 üstə gəl 1, 3 üstə gəl 1, bəli, 18. Məsələn, deyə bilərəm ki, bax, A ədədinin, A deməyim, bu dəfə deyim B-nin. Deyirəm, B-nin 12-nin bölənləri olan natural bölənlərin sayını tapın. 12-yə bölünən natural bölənlərin sayını tapın. 12-yə bölünən natural bölənlərin sayını tapın. 12-yə bölün nə deməkdir müəllim? Yəni B-ni mən yazıram 12 vurulsun neçəsə. Yəni 12-yə böləcəm də bunu. Düzdür? Yazıram 2 üstü 5, 3 üstü 6, 5 üstündə 3. 12-yə bölmək, 12-də bilirəm ki, 2-nin kvadratı vurulsun 3-dür. Düzdür müəllimlər? İxtisar vurmaq rahat olsun. Bu şəkildə yazıram. O da ixtisar gəlsə 2-nin kubu, 3-ün üstündə 5, 5-in üstündə 3. Və salam. Bunların qüvvətlərin üstünə 1 gəlirəm. 4 vur 6 vur 4. O da
6 16. bak 96. Müəllimə, B-nin 12-yə bölünən dediniz. Sonra onu Bəli. özünüz əlavə edədiniz rəqəmləri. 3 üstü 5, 3 üstü 6, 5 üstü 3 Yox, bu yoxsa? B'dir. B'dir. Bax B'yi yazmışam burada, bax müəllimi. Ha, bildim mən, B bildim. buradadır müəllimi. Özüm elə yazmışam. Bildiniz müəllimi? Yəni hansı ədəd deyirsə 12-yə Bəli, bəli. bölünən, natural bölünən, 25-ə bölünən desə 25-ə bölürük, 15-ə bölünən desə 15-ə bölürük. Nə idisə bölürük həmin ədədə, yerdə qalanlar natural bölünənlərin sayını eləyirik, tapırıq. Burada qədər sualımız var müəllimlər? Xeyr müəllimə. Yox, Çox qəşəng. gözəl. Əla. Məsələn, sonra deyirəm ki, mən A və B-nin ortaq natural bölənlərinin cümləyə baxın müəllimlər. A da var, B də var. Fikir verirsiniz? A da var, B də var. Deyirəm ki, A və B-nin ortaq natural bölənlərinin sayını tapın müəllimlər. Ortaq natural bölənlərin sayı, yəni ortaq ədədləri götürəcəm mən buradan, ortaqları seçməliyəm. Bax, cümləyə baxın, ortaq. Yəni mən eləməliyəm, içində ortaq olanlar? qruplar, bəli. 7-dən 2 buradadır, 5-dən 2 buradadır. Ortaq nə qədərdir müəllimlər? 3 üstü 5, 2 üstü 5, bəli. 3 üstü Yəni 5, əbobun 5 üstü 2. ortaq bölünə əbom tapırıq da, yəni demək istəyir müəllimlər. Sonra 5-dən baxıram, 3-dən baxıram. 5 dənə buradadır, 6 dənə buradadır. Demək mən 5 dənə 3 götürəcəm. 2 dənə burada 5 var, 3 dənə burada var, 5 dənəsini də buradan götürəcəm. Bu bizim nədir? Əbobumuz, yəni ortaq bölənlər. Ortaq natural bölənlər isə, bax burada nə mənə gələn ədədlər olacaq müəllimlər. 5-in üstünə 1 gələm 6, 5-in üstünə 1 gələm 6, 2-nin üstünə 1 gələm 3. Bu da 108. Təşəkkür edirəm pis hesabladığınıza görə. Mənim şifahi olmam biraz. Təşəkkür edirəm köməyinizə görə. Bildikmi müəllimlər də yazacağıq onu da. Buyurun müəllim. Bəli. Bildiksə müəllimlər yazacağıq, hə müəllimlər? Bəli, Bəli müəllim. Çox qəşəng. bəli, müəllim. Məsəl üçün deyirəm, tutaq ki, misal götürürəm. Deyirəm ki, A ədədi A kubu bərabərdir. Atıram olsun nə? Məsəl üçün deyirəm ki, bir misal deyim də. Deyirəm ki, 24B. Baxın müəllimlər. Deyirəm ki, A üstəgəl B ən kiçik neçədir? İndi baxaq. Bu A-na bir naturaldır ha bu arada. A-na bir naturaldır. Baxın müəllimlər, bunu belə görəndə nə edəcəyik? Gəlin mən buradan bax kubdaxı. Görün burada mümkün olan kubu neyniyim? Ayırım. Bunu yazıram belə. 20-də daxı birdən 2-nin kubu vurulsun 3'dür. Düzdür müəllimlər? Bəli. Demək burada kub aldım. Gələk buradan da bir kub alım. Nətər alım müəllimlər? Bir dənə 3 varsa gəlib böyünə də 3-ün kvadratı yazım ki, oradan kub alınsın. Düzdür müəllimlər? Bəli, Onda bəli. belə çıxır ki, B gələk 3-ün kvadratı olsun ki, bunu bax belə burada birləşdirəndə burada nə əmələ gəlsin? 3-ün kubu alınsın. Kub yaratsın. Deməli, bəli, aldım ki, B 3-ün kvadratı yəni 9'dur. Onda A nə olacaq? 2'nin A'nın kubu. 2'nin kubu vurulsun 3'ün kubu değil. 6'nın kubu olacaq. Kubu. Yəni 6'nın kubudursa onda A'dan neçə olacaq müəllimlər? 6. 216. 216. Yox, A'nın kubu 6'nın kubudur. A'nın özü özü 6'dır. 6'dır. Diqqət edək. A'nın kubu 6'nın kubudur. A isə 6'dır. Cəmi neçə olacaq müəllimlər? 15. 15. Başa düşürük müəllimlər? Çox Bəli. qəşəng. İndi müəllimlər, bu Evklid üsulu deyə bir üsul var. Onu da deyim mən sizə. Əslində Evklid üsulunu bilirsiniz, düzdür müəllimlər? Ədədlər Bəli. üzərində bilirik. İndi gəlin hərflər üzərində deyim. Məsəl üçün deyirəm ki, əbub atıram məsəl üçün. 2x plus 5 x plus 3. Deyirəm ki, bax bu əbub. Hansı qiymət ala bilər? X burada natural ədədlərdə fikir verməlilər. Bunu artıq biz Evklid üsulunu həll edəcəyik. Yolu nədir müəllimlər? Deməli, kiçiyi saxlayırıq, yazıram əbub. Kiçik hansı təbii ki, budur da. Saxlayıram. Ya böyüyü kiçiyə bölüb qalığını götürməliyəm. Ya da ki çıxma Amma eləyim. çıxa getmirdik buna. Yox, bölmədə var, çıxma da var. Ya böyüyü kiçiyə bölüb qalığı götürürəm, ya da böyükdən kiçiyə çıxıb nə götürürəm? Fərqi götürürəm. İndi burada xətti funksiya olduğuna görə bölmə deyə bilərik, nə ilə deyə bilərik? Çıxma ilə. Gəlin çıxma eləyək. Bölmə eləyək, gəlin. 2x plus 5'i, bunu qoy, kiçiyə də götürüm, biraz böyüyə də, çox fərqli bir şey alınır onda. Özümdən yazdım deyib, səhv alınmasın. 2x üstə gəlib 5'i, gəlin mən bölünəyə, x üstə gəl 2'yə. 2x'i x-ə bölsəm 2 düşəcək.
2x plus 4 Qalıq da bir. qalıq qalacaq nə? Qalıq 1. birdir. Qalıq 1. Bir. Mən qalıq götürdüm 1. Təbii ki, nədir? Bunların əvobu neçə olar ay müəllimlər? 1. Max X 1 olar üstə da. gəlir ki, müəllimə böyük Yox, ədədin əbob A, canım, biri, əbob. biri, iki, Hə. iki, Əbob nə Qarşılıqlı deməkdir? 1-in bölündüyü yerdə 1 olar da. Başqa varmı? Bəli, Yoxdur. Deməli, belə çıxır ki, bunlar nədir müəllimlər? Qarşılıqlı qarşılıqlı sadə sadə ədədlərdir. Qarşılıqlı sadələr birisi də nədir müəllimlər? Bəli, Bəli. ortaq böləni yalnız 1 olsun. Bəli, ortaq bölənlər, bütün ədədlərin ortaq bölənləri zaten var, 1-dir. Amma biz deyirik ki, birdən başqa ortaq bölənləri yoxdursa, onlar Yalnız qarşılıqlı bir. sadə ədədlərdir, bəli. Yəni ortaq bölənlər yalnız 1-dirsə də o deməkdir. Məsələn, bilirik ki, ardıcıl təklər, yox, ardıcıl naturallar Qarşılıqlı sadədir. Bəli. n-lə n plus 1, bunlar qarşılıqlı sadədir. Bəli. Ardıcıl təklər 2n plus 1-lə 2n plus 3. Ardıcıl cütlər yox, ardıcıl təklər. 2n plus 1, bunlar nədir? 2n plus 1, bu 3 daha doğrusu. Bunlar qarşılıqlı sadədir. Düzdür? Bunları əzbər bilirik. Düzdür müəllimlər? Düzdür? Bəli. İndi hər hansı bir ədədin özündən kiçik neçə dənə ədədlə qarşılıqlı sadə olmanı tapmağın üsulunu deyək müəllimlər. Məsələn, deyirəm ki, kəsirin məxrəci 50-dir, düzgün kəsirdir. Düzdür? Düzgün kəsirdir. Bəli. Deyirəm ki, bunun neçəsi ixtisar olunur. Neçəsi ixtisar olunur. Tapa bilmirəm. Amma neçəsi ixtisar olunmur. Çox rahat şəkildə tapa bilərəm də onu. Düzdür? İxtisar olunmur nə deməkdir müəllimlər? Yəni kəsirin surətindən məxrəci nədir? Ortaq böləni yoxdur, ixtisar aparım. Yəni qarşılıqlı sadədir. İxtisar olunmur nə deməkdir? Ortaq böləni yoxdur da, ixtisar aparım. O qarşılıqlı sadə deməkdir. Yəni mən tapım görüm, məxrəc 50-dirsə, məxrəc 50 olan neçə dənə düzgün kəsir var müəllimlər? 49 dənə. Bəli, 49 dənə. 49 dənə kəsirim var. Kənardan qeyd edilən kəsirim var. Qeyd edin, sizdə həmişə misal yazanda. İndi görün bunun neçəsi qarşılıqlı sadədir. Daha doğrusu neçəsi ixtisar olunmur. Neçəsi ixtisar olunmur, yəni məxrəcinin qarşılıqlı sadədir. Ədədlə qarşılıqlı sadələrin sayını tapmaq üçün nə edilir? Deməli, bölür nəyə? Vuruqlarını ayırır. Bəli. Xırda bölməyim, mənim kimi yazın sizdə. Bəli. Sayını oradan çıxırıq. Düzdür? Qısdım bir Bəli. bölüntünə. Sonra yazıram, ədədin özü vurulsun. Hər bir sadə vurğun, yox ha, üzr istəyirəm. Hər bir sadə bölənin tərsini çıxıram birdən. 1 çıxıram, sadə bölənin 5-dir. 5-də 1. 1 çıxıram, 2-də 1. Neçədən 5-dən hər vuruqdan hər bölənin neçədən olsun fərqi yoxdur. Mənə sadə bölən lazımdır. Sadə bölənlərin hərəsindən bir gəlini çıxırıq da. O da bərabər. A'dan küçüyə ilə qarşılıqlı sadə olan ədədlər vardı. O düsturla eynidir də. O düsturda həmin şeydir, onu deyirəm. Misal Ha. üzərində deyirəm belə. Misal üzərində izahını daha yaxşı başa düşmür də. Ona görə burada yazıram. 5 Bu dənə. 5-də 4, bilmirəm hesablayım ay müəllimə. Bu 2 ilə bu 2 gedəcək. Bu 5 ilə 5 20 20 dənə. dənə. 49-un bax qeyd edirəm 49 dənə kəsirim var. 20-si ixtisar olunmur. Yerdə qalan neçəsi ixtisar olunur? 29 dənə. Bəli. 29-u da ixtisar olunur. Neçəsi ixtisar olunur? 29. Cavabımız 29 oldu. Yəni, tutaq ki, A ədədi ümumi qaydan deyirəm. İndi müəllimə həmin düstur deyirəm. Bu düsturun adı var, amma mən adını bilmirəm. Neyse, mən bunu bu şəkildə deyirəm. Tutaq ki, A vurğundan, A sadə böləndən 2 dənə, N dənə, B sadə böləndən M dənə, C sadə bölündən K dənə və s. Burada nədir? Qarşılıqlı sadəni tapmaqsın A ilə qarşılıqlı sadə A'dan kiçik olmaq şərtindən. A ilə qarşılıqlı sadələrin sayını tapmaq üçün yedik. A ədədinin özü vurulsun. 1 çıxılsın. Birinci sadə bölənin tərsi. 1 çıxılsın. İkinci sadə bölənin tərsi. 1 çıxılsın. Üçüncü sadə bölənin tərsi və s. Bu şəkildə inir. Gedir, davam edir. Aydındır müəllimə. Yəni, burada sadə bölənlərin sayı qədərdir də. Bildik bunu. Bunun nədir? Qarşılıqlı sadələrin sayını tapmağın düsturu da budur. Bunu bildik müəllimlər. Bəli. Bir də görsüz belə sual verir ki, düzgün olan və düzgün olmayan kəsir var. Bəs bunu necə bir çıxırdıq hə onun üstündən? Düzgün olmayan necə müəllimə? O cümləni belə deyim, mən başa Bir də düşmədim. görsüz məsələdə verir ki, ixtisar olunmayan neçə düzgün kəsir var və yaxud da düzgün olunmayan kəsir var. İndi onu dedim. Elə onu dedim. Ona nümunə dedim müəllimə. İndi bax görürsüz. Aha, düzgün olmayanlardır da bunlar. Düzgün, bu düzgündür. Düzgün olunmayan, düzgün olmayan da yerdə müəllimə. Düzgün olmayan da yerdə məxrəcin surətini götürürük onda da biz. Aha, hə. Orada surəti verilməlidir. Surəti Məsələn, veriləndə bir çıxırdı, bir çıxılma da olur deyə. Məsələn, 50-də 50 olanda
bir Bax çıxırdıq. müəllimə, O elə bir o şey birisi nə vaxt çaşdırmamıyorsun. çıxırıq? Bir deyim hansı nə vaxt Hə. çıxırıq? Biri sonlu sonsuz onluq kəsrlər olanda. Onu Ha, o hə, kəsrə yadıma kəs, gəldi. Hə, kəsrə onda keç bir o kəsrə keçəni deyəcəm onu. Sonlu aha, sonsuz onluq kəsrlər olanda məsələn tutaq ki məxrəc 20-dir. Məsələn nümunə deyirəm ha. Tutaq ki məxrəc tutaq ki 150-dir. Düzdür? Deyək 150 bəli. dənə kəsir, düzgün kəsir. Təbii ki nədir? 149 dənə də düzdür müəllimlər? 149 dənə, bəli. Yəni düzgün Bəli. kəsir. Deyək neçəsi sonludur, neçəsi sonlu deyil deyəndə Aha, 2 ilə 5-in bəli, vurduqlarından biri çıxırdı. 150-ni vurduqlarına ayıram. Tutaq ki 3-ə böldüm, neçə düşdü? 50. 50-ni 25-ə böldüm, yəni 5-in kvadratına böldüm, neçə düşdü? 2, 2-ni də 2-yə böldüm 1. Mən neynirəm? Məxrəci 2 2 ilə və 5 5-in olanda, bəli, 2 ilə 1, bax bunu saxlayıram. Bax bu nədir? Elə bir bu nədir? qalanlar. Bu elə bir nədir? Virusdur da. Bu olan yerdə heç vaxt nədir? Sonlu ola bilməz. Yerdə qalır nə? 5-in kvadratı vurulsun 2. Bax burada nə? Çıxırsın 1 1. çıxırıq, bəli. Biri burada çıxırıq müəllimə. Çünki 150 də 150 olduğuna görə də ona bəli, görə. bəli. O bəli. Düzgün kəsilən sahib bir var kiçik olduğuna görə 1 çıxırıq. Aha, Siz dediyiniz budur müəllimə. Bu da 49 bəli. dənəsi sonludur. 49-u sonludursa 100 dənəsi sonsuzdur. Siz dediniz Sonsuz. müəllimə Bəli. budur. Bəli. Bildin mi Çox müəllimə? sağ ol. Buyurun Bəli. müəllimə. ixtisar olunan olunmayanın onu mən də biraz qarışdırırdım. İxtisar olmayanları, hə, indi izah elədim də bildiniz də müəllimə. Sualınız var ya ona aid. Bəli, bəli. Yo, müəllim, bir çıxmağı deyirəm mən də qarşı bilirdim ki, ona aiddir. İxtisar Hə, olunana yo, aiddir. yo, yo. İxtisar o bir çıxmaq şeydədir, sonlu sonsuzdadır. İndi bax misallara baxaqmı biraz? Bəli. Misallara baxaq. Məsələn, nümunə deyir. Bölüm əlamətləri müəllimə birisi düzdür. Bəli. Bölüm Bəli. əlamətlərini bilirsiniz. Hə? Bəli, Bəli, müəllim. Birisi onları yada salmıram. Sadəcə bir şey deyəcəm mən. Tutaq ki deyir ki, A ədədini B-yə böldükdə, A ədədini B-yə böldükdə, tutaq ki qalıqda 5 alınır. Nə deməkdir müəllimlər? Yəni A-nı bölən B-yə düşür, nəsə hansı bir sabit, nəsə bir ədəd bilmirəm neçə düşür. Amma qalıq neçədir? 5. Evet. Burada bir şeyə fikir verməlisiniz müəllimlər. Qalıq hər zaman böləndən nədir? Kiçikdir. Bunu hökmən Qalıq qeyd kiçik edin olur. kənarda. Yəni bölənimiz qalığımızdan böyük olacaq. Həmişə kənarda qeyd edin ki, səhv eləməyəsiniz onda. Bax onu hökmən qeyd edin ki, misalımızın həllində nə olsun? Səhv etməyək müəllimlər. Yadınızda qalacaqmı? Bəli. Deməli, bölənimiz qalığımızdan həmişə böyükdür. Bölən qalıqdan böyükdür. Yəni Yadınızda burada qalacaq. 6-dan başlamalıdır da. Düzdür müəllimə? Burada Bəli. bölən 6-dan Deməli, başlamalıdır. bölənimiz ancaq 6 ola bilər. 6 və 6-dan böyük ola bilər. Başqa ola bilməz. Bəli. Hı. Bir də şey müəllimlər, o A ədədi B-nin böləndir, onu bayaq demədim. Əbob nədir onda müəllimlər? Əgər bölənidirsə Ha. balacası. Ha. Yəni bölənimizdir bu görürsünüz? B. B'dir, Əkobda, B'dir. Ha. bəli. Əkobda Bax isə görürsünüz? adı. Əkob bölünən deməkdir əkob. Bəli. Adır. Məsələn deyirəm ki, əbob olsun deməsi 12 x plus 2. Əbob bərabərdir x plus 2-yə. X2, x də naturaldayım müəllimlər, ha. Deyirəm ki, x-in ala biləcək qiymətlərin sayını və yaxud cəmini fərq etməz. X-in sayı olsun qoy. Tapaq. Bayaq dedik ki biz, əbob AB, B-dir. Nə deməkdir müəllimlər? Əgər əbob bunlardan birinə bərabərsə, onda bu bölən deməkdir. Deməli böləndir. X Deməli bu üstə gəlir böləndir. Belə çıxır ki, 12 12 x plus bölünsün. 2-yə tam bölünməlidir. Düzdür müəllimlər? 12-nin bölənləri olmalıdır. İndi 12-nin bölənləri hansılardır müəllimlər? 1, 2, 4, Bəli. 3. X plus 2 güya olmalıdır 1. Ola bilər sizcə? Mənfi Yox, olur. çünki x naturaldır axı. X Olmalıdır naturaldır deyə ola bilməz. 2 ola bilərmi? O da ola O bilməz. da olmaz. Natural 3 ola bilər. 4. 4 ola bilər. 6 və 12 ola bilər. 12. Deməli, x-in neçə qiyməti müəllimlər? 1, 2, 3, 4. 4 Bildik də dənə. müəllimlər? Bəli. Bildikmi müəllimlər bunu? Başa Bəli, düşdük bunları? Qəşəng misallardır bunlar, düzdür? Bəli. Buna aid misallar. İndi bayaq dedim bir misal görmüşdüm. Dedim hansını baxaq. Bir dənə misal dedim mən oradan. Bir dənə də yadına çıxmamış onu da deyim müəllimlər. A ilə B ardıcıl cüt olanda bunu qeyd edeyim. Uzun getmək deyə mən. Ardıcıl cüt olanda ardıcıl təkrar bildik nədir? Əbob 2-dir. Bəli, əbobu cütdür olduğuna görə 2-dir.
Əkobu da Hasilinin yarısına bərabər. bəli doğrudur. A vurulsun B Hı. böl 2'dir. Ama ardıcı 3 tane ardıcı olan da müəllimlər 3 tane A, B, C. Bunlar da yeni ardıcı cütdəsə, pencərəni açıb Hı. bilirsin. Ardıcı cütdəsə, onda yenə əbob təbii ki 2'dir yenə, düzdür müəllimlər? Əbob zaten 2'dir. Əbob zaten Bəli. 2'dir. Qeyd edirəm A, B, C 2'dir. Ama əkobun tapanda yenə A vurulsun B vurulsun C ama bölünsün burada ne? 4 Üç. olacak. 2 yok 4 olacak. A vurulsun B vurulsun C böl 4. 3 neydi doğrudan? Hani 4. 3 hara ay müəllim. Cüt hara, 3 hara. Özünə deyirəm ki, 3 neydi görəsən? Yok bu 2 o 2 değil ha. Bu 2 bu 2'dir. Bəli. O ikili karıştırmayın. Yani bu sayı değil. Sayı olan 2 değil. Yani o siz çarşılaydı birisi yeni sayına göre bölüyor değil müəllim. Bu karıştırmayın. İndi bu düzdür. Buna çok olmur ama görəndə yəni bir hər ihtimal qarşı deyirəm ki, yəni ola bilər qarşınıza çıxanda misalı yaza biləsiniz. Nəhayət qaydaq misalımıza. Mesela burada bir misal gördüm. Baxın 15 tipli misala. Bu sadə misaldır əslində, amma bir şey fikir verir mənlər. Deyir ki, A ilə bir naturaldır. A kvadratı çıx B kvadratı bərabər 28 olarsa, 2A üstə gəl B cəmini tapın. Təbii ki, bax müəllimlər, A ilə B natural söz gördüsə, burada müxtəsər gördüsə kömürlərin ayrı hökmən. Oldu Ya müəllimlər? 2 vur o 4'tü ya da ki B 7 artı vur. Baxacağıq, görək nə olacaq görək. A plus B vurulsun A minus B bərabər 28. Axı bunlar naturalda 28 ola bilər. 28 vur 1 olsun. 14 vur 2 olsun. 7 vur 4 olsun. Baxaq görək hansı olacaq. A üstə gələk B əgər 28 götürsəm, A çıx 1 də nə olacaq? 1 olacaq. Mən buradan toplayıb 2'ye bölsəm A-nı tapmaq üçün bu nə olmayacaq? Natural olmayacaq. Görürsün müəllimlər. Deməli bu deyil. Eyni qaydanı bax bunu götürsəm, biri 7, biri 4 olsa, yeni toplayan tek olduğuna göre birisi de müəllimlər nə demək istəyirəm? Bəli, tam bölünmür. Toplayıb 2'ye böləndə natural olmur da. Tam Ona göre bölünmür. bu da olmayacaq. Olacaq bu. 14 Deməli A üstə gələk B 14. A çıx B-də 2 olsa, bəli. Toplayıb 2'ye bölsəm A natural olacaq. Neçə? 8, B-də 6. A 8, B 6. 2 vur 8, üstə gəl 6. O da 22 olacaq. Bildiyimi müəllimlər? Bəli. Bəli. Çok şey. İndi başım gör burada 18, 16'ya baxaq. 16'ya baxaq. Deyir ki 18'e bölünmə əlamətini bilirik. 18'e bölünmə əlamətini bilirik. Sizə diye eyni zamanda bölünməlidir. Bəli. 18 deyim, bunu deyim, 17'ni. 12'ye bölünmə əlaməti 3'e ve 4'e. bəli, 3'e ve 4'e. Bu 4 olduğunu görə bunu seçdim ha. 4'e bölünmə əlamətini bilirik müəllimlər. 4'e Son bölünmə iki rəqəm əlaməti. bölünür. Son 2 rəqəmi. Yəni burada 22'dirsə 20 neçə bölünür 4'e? 20 olanda olur. 24 olanda olur. 28 olanda olur. Düzdür müəllimlər? Yəni bunu həm də nə olmalıdır? 3'e bölünməli rəqəmlərin cəmidir. Bəli. Bunlar toplasın neçə olur? 11, 13. 13'ün üstünə hansın gəlsin? Oy. 8. Orada isə 8. 8'i gəlsin, bəli. 8'i gəlsin 21 eləyər, bəli. 3'e bölünür. Deməli nədir bizdə? A-nın neçə? Bir dənə. Bir dənə. Gördünüz mü müəllimlər? Başa düşdük. Məsələn 18'e baxaq mı? 18'de baxaq. Deyir ki A və B natural. Bayaq demişdim, yenir yonda vuruqlarını ayırırıq. Ortaq vuruq çıxardırıq kənardan. Buradan B-ni çıxarsaq, qalacaq A üstə gələk 5 bərabər 24. Yəni buradan da yazıram B bərabər 24 bölünsün A üstə gələk 5. Yəni A üstə gəl 5 el olmalıdır ki 24'ü həmin A üstə gəl 5'e böləndə nə olsun? Natural olsun. Bizdən sonra A'nın ala biləcəyi qiymətlərin sayını təbii ki A üstə gələk 5 6'dan başlayacak. bəli 6'dan başlayacaq. 6 ola bilər. 24'ün bölündüyü ədədlər hansılardır? 6 ola bilər. 8 olar. 12 və 24'ün özü. Bəli. Buradan A'nın sayını soruşur bizdən. A'na bir yox, qiymətlərin hər sayını soruşur bizdən. 1, 2, 3, 4 dənə. Gördünüz mü? Bu şəkildə yazan daha rahat tapmaq olur da. Ayrı vurgularını da ayrı yaza bilərsən, amma bir daha rahattır deyə düşünürəm. Biraz daha irəli gedək mi? Gedək biraz irəli.
Məsələn, deyir ki, burada 4'e böldükdə qalıqda 3, 5'e böldükdə isə qalıqda 4 alınan 2 rəqəmli ədədlərin sayını tapın müəllimlər. Deməli, ədədimiz 2 rəqəmli ədəd olacaq. Hansı ki, onu 4'e böləndə qalıqda 3 qalır. 5'e böləndə qalıqda 4 qalır. Bu tip misalları necə yazacaq müəllimlər? Baxın, 4 ilə 1, 3-ün arasında 1 vahid fərq var. 5 ilə 4'ün arasında 1 vahid fərq var. Hər tərəfi 1 əlavə edirəm olanda belə, hər tərəfi 1 əlavə edirəm. 4x üstə gələk 4 bərabər 5x üstə gələk 5y üstə gələk 5. Daha sonra nə edirəm? Bunlardan ortaq vuruq çıxardıram. Bu tipli misallar həmişə şeir yazın müəllimlər. Yazıram a, b üstə gələk 1 bərabər 4 vurulsun x plus 1 və 5 vurulsun y plus 1. Onda belə çıxır ki, bax bu iki rəqəmli ədəd var ha. Onun üstünə bir gələndən sonra həm 4'e həm də 5'e bölünən ədəd olmalıdır. Həm 4'e həm 5'e bölünən ədədlərin bizə 20. sayını soruşur. Bəli. Demək, ən azı 20'ye bölünməlidir. 20'ye bölünən iki 19. rəqəmli ədədlər hansılardır? 20'ye bölünən iki rəqəmli ədədlər a, 20, 20 en yazım. Nə qoy? Demək, a üstə gələk 1, a, b üstə gələk 1 daha doğrusu. 20'nin natural üstə gələk 1, 20'ye bölünən ədəd olacaq. 20'nin bölünənlər olacaq. İki rəqəmli ədədlər hamı. Gəlin sayını tapaq. 20 en. Bax, iki rəqəmli ədədlər hansılardır? Bölünür neçəyə? Birinci 20'ye bölünür. Ən axırıncı neçəyə bölünür? 80'dir də, ən axırıncı 80'də 80, tutar. bəli, bəli. Endi yazdım, belə yazdım nə müəllimlər? 1, bu da 4 mü? 1 4. 4. Bəli, bəli. Bu da nədir? Birdən 4'ün üstünə bir gələn çıxıram biri, o da 5 dənə. 5 dənə eni yerinə, baxın, eni yerinə Ay 1 müəllim, yazsam, niyə yox, 5 oldu? nədir? Niyə 5 oldu? Çünki burada da bərabər şəxs var, burada da bərabər şəxs var. Hər ikisi qapalı olanda müəllimi. Sayını tapmaq üçün sonun üstünə bir gəlib əvvəlkini çıxırıq. 4'dən eləmir. 1-dən 4'ə qədər. 1, 2, 3, 4. Belə. Əlbəttə müəllim. Mən bunu bir hesapladım. 4 üstə bir gəlib 1 çıxıb 4, 5 yazmışım. Üzrü sayını 4 deyir, bəli müəllimlər. Bəli, bəli. Mən evlilik burada niyə üstə bir gəlsin demək istədi. Elə bilmə onu başa düşməliyim. Hı. Bəli, 4 dənədir müəllimlər. Hı hı. 4 dənə. Deməli, birinci yoxlayıram. Deməli, eni yerinə 1 yazsam, bəli, 20 olur. 20'dən 1 çıxanda 19, bəli, 2 rəqəmlidir. Yoxlayın həmişə oldu müəllimlər. Axırıncı zaten olacaq. Deməli, doğrudan da 4 dənədir. Birlikdə müəllimlər. 19 oldu. Cavab nə oldu müəllim? 19 nətər oldu müəllim? 19 yox müəllimi. 19 yox. 20'ye bölünən ədəd olmalıdır. 20'ye bölünən iki rəqəmli ədədlərin sayını soruşur bizdən. 20'ye bölünən ədədlər 20 endir. 20'nin nədir? 20'nin misilləridir. O da iki rəqəmli olması üçün ən birinci 20'dən başlayır, ən axırıncı 80'də qutarır da. İki rəqəmli ədədlər. Bu say deməli en sayını göstərir. Yanında Yəni, en olmasaydı 19 eləyəcəkdi, hə müəllim? Yanında en yazmalıyıq biz onu. 20'ye bölünən ədədlər 20 en deməkdir. Yəni 20 vurulsun 1, 20 vurulsun 2, 20 vurulsun 3. Bunlar hamısı 20'ye bölünən iki rəqəmli ədədlərdir müəllimi. Məsələn 45 olsa 45 en yazardıq. Məsələn nümunə deyirəm mi? Bunun yanında bu mənim yanındakı en vuruğu var. Məsəl üçün deyirəm ki, 6'ya bölünən iki rəqəmli ədədlərin sayını tapın deyəndə yazıram. 6'ya bölünən ədədlər 6 en deməkdir. 6'nın misilləri. İki rəqəm dediyinə görə 12 ilə ən axırıncı neçədir? 96 düzdür. Bəli. Ən axırıncı tapa bilmirsinizsə, kiçikdir 100 götürün. Belə, tam hissəsini götürün. Əgər ola bilər də axırıncı tapa bilmirsiniz. En böyük bərabər 12'ni 6'ya böldüm. Hər tərəf 6'ya böləm də 12'ni 6'ya böldüm 2. Sağ tərəfdə 100'ü 6'ya bölüb tam hissəsini götürəcəm. 100'ü bölürəm 6'ya 10 40'ın içində neçə? 6 dəfə 16. Tam hissəsini götürüm 16 və salam. İndi burada neçə dənə ədəd var? Bu sayını göstərir bizə. 16'nın qapağı burada iki dənə hər ikisində bərabər olduğuna görə 16'nın üstünə bir gəlib çıxıram 2'ni. O da 15 dənə bəli. Deməli, sualın cavabı belədir ki 15 dənə 6'ya bölünən 15 dənə iki rəqəmli ədəd var. Bu tip məsələlər belə yazılsın müəllimlər. Ay Şəfəq müəllimə, 25 tipdən də birini başa sala bilərsiniz. Baxıram müəllimə, buradan sərgi salım. Görün bu 25'də bəli deyərəm. Deyir ki, burada Çok bölünmə sağ olun. əlamətlərini istifadə edir müəllimə. Baxın, deyir 4'ə bölünməsindən. 4'ə bölünmə əlamətini bilirik ki, son iki rəqəm Bəli. bölünür, düzdür? Yəni mən qalıq Bəli. axtarıramsa, önünə baxmıram da, son iki rəqəm bölürəm, oradan qalan qalıq nədirsə onu götürürəm. 65'i böldüm 4'ə. Bilirəm ki, nədir? Bəli. 64 düşür də, düzdür? Bir qalıq 64 böldüm, bir qalıq qalır. Buradan qaldı bir qalığı, vurulsun. Bəli, böyük kiçik qalıq. 42'ni böldüm 4'ə. Buradan qaldı 2 qalığı. Üstə Bəli. gələk 4'ə böldüm. Buradan da qaldı bir qalığı.
Mütərizə aldım. Üstündə nə var? 2 var. Arkasında da üstə gəl 1 var. Bunları unutmuruq. Bərabər. Bunu hesabladım. 3. 3'ün kvadratı 9 üstə gələk 1, 10. Bəli, Onu böldüm 4'e. Qalıb qaldı 2. bəli. Düzdür müəllimlər? Bəli, müəllimə, çox sağ Məsələn, olun. 27'ye baxaq, deyir ki, A natural ədədini 5'e böldükdə qalxdı 4'e alınırsa, A'nın yerinə birincisini yazırıq müəllimlər. 4'ün özünü yazırıq. Çünki çox ədəd var ha, 5'e böldükdə qalxdı 4 qalan ədəd. Amma onların ən birinci hansı 4'dür. Çünki 4'ü 5'e böləndə 0 düşür. Qalıqda nə qalır? 4 düşür. Yəni mən elə A ədədi olaraq elə 4'ü götürəcəm, aparam burada yerinə qoyub hesablayıram. Sonra 5'e bölürəm. 5'e bölüm əlamətində birlikdə. Düzdür müəllimlər? Bəli. 28'e baxaq mı? Bunların video izahını göndərəcəm, oradan geçip bakarsın. Ya da 29'a baxaq. Bu biraz daha fərqli bir şey. Tapılda var bundan. Bundan Bəli. onu baxmayaq. 29 atsandı ha. Yaxşı, onda 28'də Hə, Məsələn- 35'e baxarıq. 35'e siz desin, ben bakacağım. Bəli, baxaq. Deyək ki, ədəd neçə rəqəmdir? rəqəm. Bəli. Neçə rəqəm deyəndə mən də oradan 2'ləri 5'ləri ayırmışam. sıfırlar. Yəni sadə vurğularını ayırın. Yazıram A bərabər 2 axı 1'dən 2'nin 8 axı 2'nin kubudur. 2'nin kubu. Bəli. 2'nin kubu üstündə 17 olacaq, 2'nin üstündə 51. Bu da 5'in kvadratı üstündə də 23, 5'in üstündə 46. 51 46'dan çoxdur. Ona görə də 2'nin üstündə 46'sını ayıracağım. 51'dən 46 çıxınca qalır 5 iyi müəllimlər. Qaldı. 2 üstündə 46 ilə 51, 5 üstündə 46'nı cütləşdirəcəm. 2 üstü 5 bilirəm ki 32 deyir. Bu da 10 üstündə 46 edir. Bax bu ikisi düzdür. 10 üstündə 46, yəni 46 dənə 0. 46 dənə 0, 2 rəqəm də buradan 48 dənə rəqəm olacaq müəllimlər. 8 dənə var. Müəllimə, burada həmişə 10 vurğunu yaratsaq daha yaxşı olar da, düzdür? Bu tipli Hə, misallarda. zaten 10 vurğunu ayırın. Belə misallarda 10 vurğunu ayırın. 2'yi və 5'ləri ayırın. Onlarda nə deyir? Qüvvətləri eyni olaraq götürün, bir-birinə vurun. Anlayacaq. 46 sonra 2 dənə hardan gəldi? Necə? Orada 46. 46 sonra 2 dənə misal oldu. Hə, ya belə idi axı Bir rəqəmli 32, 10 üstü 46. 46 dənə 0 buradandır. 2 dənə rəqəm burada var axı müəllimə. Hə, Yəni doğru. 32 arkasında 46 dənə 0 demək də bu. Belə. 46 dənə 0 burada. 2 rəqəm də burada. Toplam 48 rəqəm edir. Daha sonra baxaq, biraz irəli gedək, biraz fərqli misallara baxaq. Məsələn, bura baxın 33'ə. Bayaq demişdim, bax görürsünüz müəllimlər. Qalıq B-dirsə 4 B-dən nə olacaq? Böyük olmalı. 4 böyük B olmalıdır. Yəni B kiçik 4 olacaq. 4'dən kiçik ədədlər hansılardır? 3, 2, 1. 1, 2, 3 ola bilər də. İndi biz də bildik ki, bax bu nə demək? Bax bu nə demək müəllimlər? A-nı 4'ə böləndə B qalır. B düşür, qalxdı B qalır. Yəni A bərabər. Bax bu 4'ü vuran bax bu B-yə. 4B üstünə də gələn bax bu qalıq B-ni. Yəni A bərabərdir 5B-yə. Bəli. A bərabərdir 5B-yə. Mənə deyir ki, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. B-ni bax bu da 5B-dir də müəllimlər. 5'i yazın. Burada bax B-nin qiymətləri budur. Bunların cəmi nə qədərsə onu vuracam 5'ə. Bunların qiyməti neçə eləyir? 30. 30. Yox, bunların cəmi 6. 5'i vuram 6'ya 30. Demək A-nın ala biləcəyi qiymətlərin cəmi 6'dır. Və yaxud da yaza bilərsiniz. 5 vurulsun 1, 5 vurulsun 2, 5 vurulsun 3. Bunları bir hesablaya bilərsiniz. 30 olacaq. 34 tipli misallarda müəllimlər yerinə konkret qiymət qoyun. Bəli, asandır. Konkret qiymət qoyun daha son olacaq çünki onda. Məsələn, baxaq biraz irəli gedək. Bunu bilik müəllimlər olacaq. Neyəcək burada? Ortaq olmayan vurğuların sayını götürək. Ortaq olmayan vurğuların sayını hasilini götürəcəyik. Məsələn, baxın, 420 ilə 300'ü mən bölüm hər ikisi nağdı. Nəyə bölüm? 20'ye bölüm də, düzdür. Belə bildiyim mümkün böyük yerdə bölünəmiş. 60'a bölə bilərdiniz müəllim. Bəli, 60'a da bölə bilərdik. Tutaq ki, 60 ağlıma gəlmədi, 20'ye böldüm də. 60'a bölsəm burada qalacaq 7, burada qalacaq 5. Bir də demişdim, əşya bölünsə bu nədir? C-dir. Yəni ortaq olmayan qrupların hasili 35 olacaqdır. Bu neyin? Müəllimə 41-i necə eləyəcəyik?
41 görünmədi. 41 bunu deyim. Deyim, əgər kəsirdirsə müəllimlər. Kəsirdirsə əkop, ikisi üçün deyirəm, hamısı üçün keçərdim. A bölünsün B, C bölünsün D. Kəsirin əkobunu tapanda müəllimlər. Məxrəcdən əbobunu tapırıq. B ilə D-nin. Surətdə də surətin əkobunu tapırıq. Acı. Düstur kimi yazın kənardan. Onda yazsın belə. 60, 72, 360'ın əbobu. Təbii ki, 360, 60'a bölündüyünə görə 62 gedir. 72 ilə 62'nin, 360'ın əbobu nədir müəllimlər? 72'nin özüdür də elə. 72. Bəli, 72-nin özüdür. 72'nin özüdür. 1, 5, Yuxarının 35. Bunların da əkobu. əkobu elə 35'in özüdür. İxtisar gelirmi? Yox, getmir. Elə A bəndi. Mənim aşağıdan əbob, yuxarıdan əkob tapdıq. Bəli, bəli. Məxrəcdə əbob, məxrəclərin əbobu, surətdə surətlərin əkobu. Bəli. Əkob olanda. Bəs əbob olanda necə olacaq? Əbobun düsturu ayrıdır, o çox deyil, istifadə olunmur o da. İstifadə olunur. Amma onun bir düsturu var. Çox salınmır deyil, heç yadımı saxlamıram mən onu. Biraz irəli gedək. 46-ya baxaq. 46'ya baxaq müəllimə. Deyir ki, tərəfləri 24 və 30'dur. Tutaq ki, bura 24 buradır, 30 da buradır. Düzbucaqlı şəkilli dəmir parçasından tərəfi 7 olan kvadrat şəkilli, kvadrat nə demək müəllimə? Yəni, tərəfi 7, 7, bax, buranı 7, 7 böləcəm. Buranı da 7, 7 böləcəm. O demək, kvadrat almaq üçün, ha. Dəmir parçaları ayırsaq, yerdə qalan hissənin sayəsi nə qədər olar? İndi tərəfi 7 olduğunu görə, mən 27'ni 7'ye böləcəm. Neçə 7 düşür orada müəllimlər? 24'ü 7'ye 3 bölünür. dənə. 3 dənə 7 düşür. Yəni 3 dənə 7 neçə eləyir? 21. 21. Qalır neçə? 3. 3. Düzdür? Yəni buradan belə Bəli. kəsdim. Düzdür? İndi Bəli. 30'u 7 böldüm. 30'u 7'ye bölünce düşür. 4, müəllimlər? 4 tane 18. 7. 4 tane 7 yani 28. Onu da buradan yazım. Koy kesin yazım gəlgəli. 4 tane 7 28. Düzdür müəllimlər? Qaldı neçə? 2. Buradan da belə ayırdım. Mənə deyir ki, bax bunu kəs götür. Yerdə qalan nədir? Bax bu ağ hissə var ha. Onun sayəsini tap. Təbii ki, o da nədir? Böyük dəmir parçasının sayəsindən, yəni Bəli. 24 vurulsun Çıxarmış 7 30'a. çıxacaq. Çıxardım o kəsdiyimi. Kəsdiyimin də eni 21'dir. 21, Uzunluğu da 20. 28'dir. 21 vur 28. Bunu da hesablayacaqsın müəllimlər. Bilmirəm neçə eləyəcək. 720-dən çıxacaq. Qısacası. Nəsə də onu daha hesaplamasını demirəm də özünüz hesaplayarsınız müəllimlər. Həm elə hesablamaqda şifahi hesablayan. Gəlin 47'ye baxın müəllimlər. 47 deyir ki, A, B sadədirlər. Fərqli sözü yoxdur burada. Görürsün müəllimlər. Eyni də ola bilərlər. Eyni də ola bilərdir. İndi deyir ki, bax buradan A üstü gəl, B üstü gəl, C cəmini tapın. A üstü B vurulsun C bərabər 64'ü mən də yaza bilərəm. Hansı sadələrin qüvvəti? 2 üstü 6 yaza bilərəm. Bəli. 2 üstü 6. Onda belirsin ki, A 2 Üstü deyil. 3 vur 2. B vurulsun C də 6 olduğuna görə biri 2'dir, biri də 3'dür. 3'dür. Bizə deyir olan cəmi 2, 2, 3, 7 olacaq müəllimlər. 7 B variantı. 48'in oxşar topulda var, ha müəllimlər? Bəli, bəli. Orada məxrəci gətirəcəksiniz, surətin məxrəci bölündüyünü sayını tapacaqsınız. Biraz daha irəli gedim. Məsələn 49'a baxırıq. Bu asan deyil, yox. Düstur misaldır. Burada. Düstur misaldır. Baxın burada 51'ə baxaq. Deyir ki, A üstə gələk 3, B çıxılsın 1. Qarşılıqlı sadədir. Yəni bunların hasili 72'nin sadə vurğularını, bax qarşılıqlı sadəli vurğular şəklində yazacağıq. 8, 9 Təbii ola ki, baxacaq göreyim əlimə. 1 vur 72 də ola bilər. Və s. də ola bilər. Düzdür? 8 vur 9 da ola bilər. Çoxdur Qarşılıqlı bunlar. sadə deyil. Amma biz buradan nəyi seçik? Baxın, diqqət edin buradan. Deyir, A üstə gəl B cəminin ən kiçik olması. Müəllimlər, cəm ən kiçik olanda birisi nə vaxt ən kiçik olur? Ədədlər yaxın olsa Bunlar bir-birinə, bax, 8-də bax, bu 9. vuruqlar bir-birinə bax bunun bax bu hasilin bir-birinə yaxın vuruqlar hasıl olanda o vaxt olur 8, müəllimlər. 8, 9. Bəli, ona görə 8-in 9 götürəcəyik. Təbii ki, A üstə gələk 3. Nə götürək? 8. Biri 8, bir 9 olacaq. 9. İkisinə də baxarıq da. B çıx Bunda 1, 6 eləyir. 8. Fərqi yoxdur. Bunun toplayanda müəllimlər. Toplayanda olacaq nə? A üstə gələk, B üstə gələk 2 bərabər 17. Onda A üstə gələk B də bərabər 15 olacaq müəllimlər. Bildikmi? Hər iki halda götürsəniz fərqi yoxdur. Bircə məmnətər aldım mən. Birbaşını buradan topladım. Evet. Pək ayrı-ayrı götürülürsə yeni alacaqsın amma. Bəli, müəllim, tərəf-tərəfə topladınız. Bəli. 52'ye baxaq müəllimlər. 52'ye baxaq, gözüm aldı. Deyir ki,
Mürəkkəb 120 bölünmür. ədədinin mürəkkəb bölənləri. Bildik ki, müəllimlər, bir ədəd bir ədəd bölünür. Sadə bölənlər də var, düzdür müəllimlər? Mürəkkəb bölənlər də var. Bunlar hamısı bir yerdə natural bölənlərdir. Bəli. Demək bizə deyir, mürəkkəb bölənlərin sayını tapın deyəndə, ya natural bölənlərin sayından çıxacaq sadə bölənlərin sayını. Biri və Bir də sadə biri bölünmür. çıxacaq, bir də biri unutmayın hökmən. Eşitsin müəllimlər. Bəli. Biri çıxacaqsınız bunu da. Nətər müəllimə? Nətər? Natural bölənlərin sayını... Uy, niyə bir oldu? Məsələn, 120 natural bölənlərin sayını tapaq. Gəlin 120-ni bölüm 4-ə. Yəni 2-nin kvadratını. Düşəcək neçə? 30. 30-u böldən 3-ə. Düşəcək neçə? 10. 10. 10, 2 vur 2'ye 5. böldüm 5, 5'e böldüm 1. Yani 120 oldu. 2 üstünde 3. Çünkü ikisi burada var, biri de burada var. 2 Bir üstünde dənə 3, 3, bir dənə 5. bir tane 3, bir tane 5. Düzdür. Natural Bəli. bölenleri, ümumiyyətlə natural bölenlerin sayını tapmağı bilirik. Bunlar üstüne bir Bəli. gelip birbirine vururam. 4, vur Hı hı. 2, vur 2. O da 16. neçə müəllimlər? 16 tane natural 16. böleni var. Bunun neçə sadədir müəllimlər? Baxıram burada 3'ü sadədir. 16 tanesine 3'ü Üçü çıxıram çünki bunlar sadədir. Bir də bütün tərəfə 1'ə 12 bölün dənə. müəllimlər. Burada görməsəydik 1 onun nədir? Bölənlərinin biri də 1'dir. Bir dənə də 1'i çıxıram müəllimlər. Qaldı 12 dənə mürəkkəb natural bölənlərinin sayı. Bunlar zaten deyilim çünki bayaq dedim bunlar zaten bildiniz. Düzdür müəllimlər? Məsələn 56'ya baxaq. Deyir ki 3000 12 ədədinin bölünmür. natural bölənlər neçəsi 12'ye bölünmür. Bunun inkarını deyir də. 12'ye 12'ye bölünmür bölünənləri tapma. tapıb çıxarın. Ay sağ ol. Ümumi sayından 12'ye bölünenlerin sayını tapıp çıxacağıq. Düzdür müəllimlər? Bəli. Ümumi sayı 3000'i böləcək 3000 nədir? Natural 3 bölənlərin vurulsun. sayından 12'ye 5 bölünənləri üstü çıxacaq. 3 vurulsun 2 üstü 3 demək də bu düzdür. Natural Bəli. bölünən sayı 2 vur 4 vur 4 yəni düz hesablayıram. Bəli 16 32. 32 dənə natural böləni var. İndi onun 12'ye bölünənlərin sayını tapaq. 12'ye bölək. Yəni 12'ye 2'nin böləcəyi kvadratı əvvəlcə. 3. İxtisar aparacaq bir dənə 2, 3 də gedir, bir dənə 5'in kubu. Bu da neçə? 2 üstü 1 demək də. 2 vur 4, o da 8. Bu 8 dənəsi 12'ye bölünür. 32'sinin 32'dən 8'i 8 bölünür çıxacaq. 8'e. 32 dənəsinin 8'i 24 dənəsi. bölünür. Qalanları 24'ü bölünmür. Yəni nətər tapmaq lazım olduğunu birlikdə müəllimlər, düzdür? Bəli. Hə. Bunları Allah qoysa inşallah həll edəcəksən, amma bunun videoya izahını göndərəcəm, amma siz yazana sonra baxın ha. 61'e baxaq. Baxaq müəllimə. Deyir ki, natural bölünən sayı 130 olursa müəllim. Deyir ki, baxın, gəlin bir natural bölünən sözünü görürük. Sadə qruplarına ayırmağa məcburuq. Demək mən 8 bilirəm ki, vurun bunu üstəyim. 8 vurulsun 10 üstü n. Bu da 8 bilirəm ki 2'nin kubudur. 10 üstü n də 2'nin üstü n vurulsun 5'in üstündə n. Yəni 2'nin üstündə n üstə gələk 3, 5'in üstündə n. Natural bölünən sayı 130'dur. Yəni natural bölünən sayı tapırıq. Bunlar üstünə bir gələn. N üstə En gələk üstə gəl 1, en 4, üstə gəl 4. n plus 1. Deyir bu 130'dur. Bu da 9 olacaq. Düzdür? N 9'dur. Düzdür müəllimlər? Siz kvartəni kimi yaza bilərsiniz. Bir başta tapmamışsınız. Mən tapdım. Bəzən tapmaq olur. N soruşu bizə zaten heç nəyə 9. Necə tapdınız müəllimə? Bax buradan E seçmə üsulunu tapdım. Siz kvartəni kimi yaza bilərsiniz. 13 N 10 yerinə 13 vur 10 kimi yazdı. yazdım. 13 vur Bəli, 10 də bəli. İndi siz əgər şifayə tapabilmişsə kvartəni kimi yaza bilərsiniz. Heç problem deyil müəllimlər. Baxaq görək. 63'e baxarıq müəllim. Baxaq. Deyir ki, A ədədinin 5, B ədədinin 6 sadə vuruğu var. Deyir ki, A vurulsun B hasının ən çox neçə natural böləni var? Müəllim, natural bölənlərin sayı çox olması üçün gərək vuruqların sayı çox olsun. Natural bölənlərin sayı çox olması üçün gərək sadə vuruqların sayı çox olsun. Məsələn, nümunə deyirəm, baxın. Bax ki, 5 dənə nəyə var? Sadə vuruğu var. Əgər hamısı eyni olsa, məsələn, tutaq ki, A üstü 5, hamısı eyni olsa, bu A o deyil, bu A-nı qarışdırmayaq. Məsələn, nümunə, tutaq ki, 2 üstü 5. Bu neçə natural böləni var, ay müəllimlər? 6 dənə. 6. 6. Düzdür? Amma fərqli Amma olsaydı. az, o 6. Amma mən bunu 2 üstü 5 dənəsini mən ayrı yazsam. 2 vur 3, vur 5, vur 7, vur 11. Belə yazsam. Ayrı görsün müəllimlər. 1, 1, 1, 1, 1. Düzdür? Neçə natural bölən olacaq?
2'yi vur, Çok 2'yi məlumat. vur, 2'yi vur, 2'yi vur, 2. 32. 32 görürsün müəllim, nə 32. qədər çoxaldı görürsünüz. Demək, vurğuların Bəli. sayı çoxaldıqca natural bölünən sayı çoxalır. Deməli, belə çıxır ki, deməli, natural bölünən sayı çox olsun deyə, onda bunlar ayrı-ayrı olacaq. Deməli, 5 dənə ayrı vuruq buradadır, 6 dənə ayrı vuruq buradadır, onda belə çıxır 11 dənə vuruq var. Onda mən 11 dənə nə yazacağım? 11 dənə, baxın, müəllim, 11 dənə tutaq ki, mesela bax, bunu davam edirsin, mesela tutaq ki, nə yazın? 211-də müəllimə qısaca belə deyə Qətiyyən. bilmərik biz Yo, onu. yo, 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 Yox, qətiyyən, 211 yox. qətiyyən. A, B, Axı C, D, mən Y dedim, belə yazmaq olar bəli, bəli. müəllimə. AB yazın tutaq ki, N1 vuruğundan, AB yazın tutaq ki, N1 vuruğu deyim. N1 vuruğundan 1, N2 vuruğundan 2, tutaq ki, belə düzdür. N11'dən də 11 1. dənə. Hamısı üstündən bir dənə düzdür müəllimlər. Burada bax, bunlar hamısı üstü bir gəlsəm 2, 2, 2, 11 dənə 2 eləyir. 2 üstü 11 eləyir müəllimlər. 2 üstü 11-də neçə eləyir, nə bilim. 2 üstü 1024-dür. Bəli. 2048, bəli, E variantı, bəli. Demək, natural bölünən sayı çox olur, o zaman çox olur müəllimlər, nə var? Vuruqların sayı mümkün qədər çox olanda. Az olsaydı nə olardı? Onda vuruqların sayı təkcə olur. Bir dənə natural, sadə bölən bir dənə olur onda. Onda 42 olardı cavabımız. Bəli, onda olardı 42, doğrudur, Mənim haqlısınız. əslində mən dediyim də o siz yazdığınızla eynidir. Nə Adətən 5 demişsiniz? sadə vurğu deyilsə, o axı 5 dənə sadə vurğu yazmalıyıq. Hər birinə natural bölən 2 olanda əslində 5 dənə 2-nin vurğu deməkdir. Yəni 2 üstü 5. O da 2 üstü 6 olanda cəmi 2 üstü 11 eləyirdi. Elə 2048 mən də elə deyirdim. O mənə deyirsiniz. Bəli. Mən başqa şey başa düşdüm, müəllim. Hə, mən belə deyirdim. O bildim, o bir mənə deyirsiz, ona görə dedim. Elə yazmaq olardı ki, müəllimə 2 üstü 5, bir də 2 üstü 6 toplayırıq 2 üstü Ən 11. böyük desə olardı məncə. O Çünki 2, o 2, 2 uyğun bəli, o gəldi. 2, o əslində siz onu deyirsiniz, o 2, o 2 deyil, ha, qətiyyən qarışdırmayın. Yəni elə düşsə, O, elə yox, elə o, yox, elə müxtəliflər yazmayın, belə. yox, müəllimə Elə dediyi yaza riskli, bilərik. müəllimə dediyi riskli deyil, yazmayın. O 2, o 2 deyil, müəllimə, təsadüfün üstə düşüb elə bilər odur. O deyil, ha. Mən dediyim kimi yazın, ən yaxşısı. Bir də mən onu başa düşmədim ki, orada 2 üstü 1, 2 üstü belə yazdınız. Axırda 2 üstü 11. Hı-hı. Onları Hardan bir-bir gəldi? toplayırsınız. Yox, sonra o üstlərini bir-bir toplayırsınız da. 1 üstə gəl 1, 1 Hayır, üstə bak, gəl 1. bu 2, bu 2. Bak, burada yaranan 2'dir. Bu birinin üstüne bir gəlirəm 2. Bu birinin üstüne bir Bəli, gəlirəm bəli. 2. Bak, bu Orada 2, o fixlərdir 2'dir. də. O Bəli, 2'dir, bəli. bəli. O, bak, odur. Bu şəkildə. Belə yazdım. Yəni, bu 100% güvənlidir. Yəni ki, o birisi düz gəlməyə də bilər. Baxaq, görək, baxaq. Məsələn, buna bax, 65 nə görür? Müəllimə Ha, müəllim. Deyir, arızı 3 dənə tək edənin ən böyüyündür. Bu asandır, bu heç. Sadə bir şey. 69-a baxaq. Baxın, görüm 69'a baxaq. Hə, bunu deyəm bu tipləri asan yolunu birisini də yazaq. Müxtəlif cür yazmaq olur, amma asan yolunu deyim mən sizə. Bunu şey əzbər formanı deyil, hə. Var 9 oranı görürsünüz. Bunu 9'a vuracağıq. 9'dan 8'i yazdı. O bində 9A minus 18. Burada 8'e vururam. 8B plus 8. Düzdür, müəllimlər? Onda mən bunu belə yazacağım da. Gəl bunu sağ atım. 9A bərabər 8B üstə gəl 26 deyil, müəllimlər. Hər tərəfdən 18 çıxıb 8 əlavə edəsəm, yəni hər tərəfdən 18 çıxıb 8 əlavə edəsəm, belə də, yəni ki, ya da belə də, bu 26-dan 18-i ayıraq bu tərəfə. Ya da yox, elə eləyək. Hər tərəfdən 18 çıxıram, 8 əlavə edirəm hər tərəfdən. 18 üstə gəl 26 deyil. 18 çıxıram, 8 əlavə edirəm. Görün nə alacağım buradan. 9A minus 18 plus 8, elə mi? Buradan da, gəl burada 8'lər də deyim, bu 8'ə gitsin. Qaldı bərabər. Bunu hesablayan bu neydi? 8, B üstə gəl 8. Görürsün müəllimlər? Vəssalam. İndi mən 9'u buradan çıxsam, A çıx 2, 8'i buradan çıxsam, B üstə gəl 1. Bunlar 9 ilə 8 öz qarşılıqlı sadədirmi? Bəli. Onda belə çıxır ki, A çıx 2, 8'dir. B üstə gəl 1 də 9'dur ki, nə deyib? Bunlar bir-birinə vuranı bərabər olur da. A olacaq 10, B olacaq 8. Bizdən soruşun nəyi? AB hasilini, o da 80 olacaq müəllimlər. Bunlar belə yazın.
Hə. Müəllimə, o əvvəlini görmədim, anlamadım yəni. 9-a bərabər 8 və üstə gəl 26-nı hardan aldınız? Tənlikdən Deyim də bunu. orada Bu tənlik. 8 beyni Sizə sağa atın. bilmədim, ona görə Bunu başa sağa düşdüm. atın. Bu da 8 bölü müsbət olduğuna göre bunu sağa atın ki Aa, müsbət hə, olsun. hə, Hə. oradan. Sonra hər Deyim, tərəfdən 18 çıxıb, 18 çıxdım, 8 əlavə elədim. Yerdə qal hər tərəfə. Sonra yerdə qalanı ortaq vurup çıxartdım müəllimi. Hı. Hə. Bildim. 18 çıxdım, 8 əlavə elədim. Sonra sadələşdirib ortaq vurup çıxartdım. Aldım nə? Biri 9, biri 8. Biri Aslında 10, yox. biri 8. Hə, biri 10, yox, vurğularından Hı. biri 9, biri 8'dir. Hesablayanda biri 10, biri 8 oldu, bəli. Bəli. Vurğuların biri 9, biri 8 idi. Özləri biri 10, biri 8 oldu, bəli. Nə deyim, müəllim, buna 70 dənə deyir. Deyir ki, bu budur. Nə deməkdir bu müəllimlər? Ya ortaq bölənləri də. Yəni İkisinin də ortaq yəni bunu böləni 4'e böləndən ancaq sonra hər ikisi 3 4-ə alıb. bölünür. Bax bu deməkdir. Yəni bunu 4'e bölün sonra bunu 5 alıb. Yəni belə çıxır ki, bunu 4'e bölün sonra 3 O alıbsa, 12 onda imiş, o birisi də bəli, 20. onda 5A çıxılsın 3, 12 imiş. 3B, üstə gəl 5'də 20 imiş ki, 4'e bölündən sonra bunlar qalıb, deməldir. Bunu hesablamasını demirəm mən. Müəllimə, biz nə bildik ki, 5 açıq 3 və hər ikisi 4-ə bölünür. Başa Əbubu düşdüm. 4'dür. Əbub nə demək? Ortaq bölən Özüm 4'dür. bildim müəllimə. Hər ikisini 4'e bölündən sonra bu qalıb deməkdir. Əbub nə deməkdir müəllimə? Ən böyük ortaq bölən ixtisar aparmır, Ortaq kəsilən bir bölən, şey. bəli. İxtisar aparıq da o deməkdir, bəlinir. Bəli. Bunlar baxaq. Məsələn 73'e baxaq mı? Xeyr. Baxmayaq. Yox. Asandır. Yazaq da özümüz biraz onları. Yox, Baxaq asan müəllim. deyirəm. Sadəcə özümüz yazaq Baxaq da. müəllimə. Bir də bir 77'ni deyim. Buradan baxın müəllim, nə deməkdir bu? 73'te de bakar o Aldım da ben. benim. Elə 6x üstə gəl 12, 7x plus 4-dür. Bəli. Bildiyimiz xassədir. Əbub Bəli. vurursun. Belə bunların hasidir. Müəllimə dedi, nəyə baxaq müəllimə? 73'te. 73'e yaxşı. 73'te müəllimə. Bu, bax bu A, B. Bu iki rəqəm nədir deməkdir? Yəni 10A plus bir Bu dənə B birdir. deməkdir. İndi bunun əvəzində mən 10A üstə gəl B yazıram. Eyni qaydan bu da 15 üstə gəl A'dır da. 15 Bəli. üstə gələk A. Buradan anlam ki 11 dənə A üstə gələk 11 dənə B. Buradan 11'i Bəli. çıxarsam kənara geçək. A plus B. Amma unutmuruq burada A-na belədir, rəqəmdir. Düzdür? Deyir, ən çox neçə sadə vurğu ola bilər. Bu 11 sadədir özü. Bundan toxunmuram. A üstə gəl B. Hansı rəqəmləri toplayanda ən çox sadə vurğu olan hansı rəqəmdir müəllimlər? Birisi neçədən kiçik? A ilə B rəqəmi daxı. A ilə B maksimum neçə ola bilər? 9 ola bilər, düzdür? Bəli. Əgər hər ikisi 9 olsa bu cəm nə olacaq? 18. Yerdə qalan halda 18-dən nə olacaq? Kiçik bərabər olacaq. 18-dən kiçik olan ədədlərin içərisində ən çox vurğu olan ədəd hansıdır? Kim deyər? 16. 16. 16 nədir? 2 üstü 4'dür də, düzdür müəllimlər? Bəli. Belə çıxır ki, ən çox vurğu olması gərək A üstə gələk B 16 olsun. Onu da aparıb burada yazıram. 11 vurulsun. 16'da 2 üstü 4'dür. Neçə vurğu var burada müəllimlər? Niyə Necə? qənaətə gəldik? O qənaətə niyə gəldik ki, deyirəm ki, Çünki məhz A 16-nı ilə B rəqəmdir müəllimlər. Ən çox 9 ola bilər. 9 toplayan şey eləyir? 18. Deməli A üstə gələk B cəmi 18-dən böyük olmamaq şərti ilə 18-dən böyük olmayan ədədlərin içərisində ən çox vurğu olan ədəd axtarıram. O da mən Bəli, belə 16. neçədir? 16'dır. Bəli. Yəni o da 2 üstü 4'dür də. Burada neçə vuruq var ümumilikdə? 5 dənə vuruq var. Deməli ən çox neçə vuruq olacaq? 5 dənə vuruq ola bilər. Daha çox ola bilər. Məsələn 74'e baxın müəllim. Özündə müəllimə 6 dənə vuruq yoxdur. 6 natural bölən yoxdur. Natural bölən demir müəllimə, Hə, sadə vuruq. vuruq, düzdür. Sadə vuruq deyirəm müəllimə, natural bölən demirəm. Natural bölən olsa deyə belə, o elə desə də yenə, onda başqa cür yanlış müəllimə, diqqətli olmaq lazım. Nəyə soruşur ona baxırıq. Məsələn 74'te baxın müəllim, bu tipləri bilirsinizmi? Şeylə yazırıq bunu müəllimə. O qayda var. Bu deyir, bölməsi alınan qalğı tapın deyir. 5'e Lejyan deyir bölünmə, müəllim. 5'e bölünmə əlamətini birlikdə. Bəli. 0 və 5. Sonu. Yəni belə deyim müəllim. Bir 3'ü 5'e bölsəm, 3'ü 5'e bölsəm, qalıq nə qalacaq? Qalıq lazım mənə.
5. Bu 3. mexanizmi tutaq, onda burada müəllim Bəli, baxın, bəli. yəni İndi baxa. təkrarlanma hardan Bəli, gedir? bəli. İndi ikinci buradan təzədən ikinci götürüb, ikinci 3'ü gətirib bax bu qalığa vururam. Neçə eləyir? 3'ün kvadratında yəni bir eləyir. Bu 3'ün birini təzədən bu 3'ə vururam. Bu qalıq olan 3'ə ha. 9 bölünən 5'ə neçə düşür? 4. 4. 4 İndi qalır. təzədən bir bu 3'ün qüvvətləri də bir dənə 3'ü vururam 4'ə. 12'ni 27-ni bölürük, böldüm orada 2 5'ə. qalır. Yox 27 niyə müəllimə? Yox, yox. Niyə Buradan müəllim? bu 3'ü bir qalıqlara vurup bölünmə. Ya da belə Bu- ki, ya sonuncu rəqəmi son nəylə bitir onu tapa bilərsiniz. Ama burada 5 olduğuna göre sonuncu rəqəm nədir ondan tapa bilərsiniz. Ama 5 olması başqa cür olsa nələr tapa bilərik. Onunla tapaq yolunu görək deməlimi? Bax belə qoy hər iki versiyanı deyim, baxın, hər ikisi versiyaya baxın. Birinci bunu deyirəm, bax bu format deyirəm müəllimə, darıxmayın. Mən elə İki bilirəm vers- bir-bir iki yoxlayırıq müəllim. İki versiyanın içində deyirəm, baxın müəllimlər. 5'ə bölünmə əlamətini bilirik, nədir? Sonuncu rəqəm bilirik, düzdür? Sonuncu rəqəm nədirsə o. 5'ə bölünmə əlamətini bildik ki, sonu nəylə qutar, oradan bakalım. Səsləri bağlayın, bir dənə müəllimənin səsi gəlsin. Heç nə başa düşə bilmirik. Artı səslər demək olsun müəllimlər. Baxın siz. Demək kimi sual olsa açsın versin. 5'ə bölünmə əlaməti nədir? Sonu neçənci rəqəm, hansı rəqəmlə bitirsə onu bölük, düzdür? Bunu iki üsulunu yazacağım mən sizə 5'ə bölündüyünə görə ha. Biri belədir. 5'ə bölünəndə axırıncı rəqəm nədir onu tapacağıq. 75'i böləcəyik nəyə? Dördə. Çünki 3'ün üstündə 4 rəqəmdən bir nədir müəllimlər? Təkrarlanır axırıncı rəqəmi. Bütün hallarda müəllimlər, neyini baxın. Məsələn, baxın, bir də deyirəm, baxın. Bax, 6'nın üstü, tutaq ki, 6'nın üstü 25. Sonuncu rəqəm nədir müəllimlər? 6 bütün qüvvətləri 6 ilə qutarmır. 4-ə bölürük. Bir Bir qalır, bəli. 6/1. Yox. 6'nın bütün qüvvətləri 6 ilə qutarır. Üstünü bölüb eləmirik. Üstü nə olsun 6 ilə qutarır. 1 üstü nə olsun 1 ilə qutarır. 5 üstü nə olsun 5 ilə qutarır. 4 amma 4 olanda məsəl üçün 48, məsəl üçün deyirəm ha. Axı bilirəm ki 4'ü vuran çeyir 16, 16 axır 6 ilə qutarır. 16'nı 4'e vurdum axır 24, düzdür, 4 ilə qutarır bu şəkildə. Demək 2'dən 1 neyinir? Təkirlanır. 4'dən 1 yoxsa 2-dən 1? 4 olanda 2'dən 1. 2-dən 1. 4'də olanda 2'dən 1 təkrarlanır. 48'i böldüm 2'yə. Qalıq qaldı. Mənə qalıq lazımdır. 0. Qalıq 0 nə deməkdir? Yəni bu birinci qalıq 1 qalsaydı bu olardı. Qalıq 0 qaldığına görə budur. Yəni nə ilə qutardı? 6 ilə qutardı. Qalıq qalmayanda axırıncını götürük müəllimlər. Qalanlarını isə 6 olmayanda, 1 olmayanda, 5 olmayanda, 4 olmayanda 4'ündən bir təki 4'ə bölürük onda. 4'ə. Məsələn 3'ü baxırıq. Məsələn 3'ə baxaq müəllimlər. 3. 3'ün kvadratını neçə eləyir? 9. 9'u 3'ə vurdum 27, 7 ilə qutardı. 27'ni 3'ə vurdum 81, axırı 1 ilə qutardı. Görürsünüz təkrarlandı mı? 4 addımdan 4'dən 1, bəli. Deməli 6, 5, 1, bir də 4. Bir də deyəlim 6, 5, 1, bir də 4. Bunlarda getmirik elə. Bunlar da özüdür, özü ilə qutarır. Burada da 2'yə böldük. Amma yerdə qalan rəqəmlərdir müəllimlər 4'ə bölürük. 75'i bölürəm 4'ə. Neçə düşür görün? Qalıq 3. Ay sağ ol. Yəni 3-cü rəqəm. Birinci, ikinci, üçüncü. Sonu 7 ilə qutarır. Sonu 7 ilə qutarırsa, sonu 7 ilə qutarırsa, 7-ni qutaran nədir? 5'ə bölündə qalıq nə qalır? 2 qalır. Bu 5'ə bölünmə əlamətini bildiyimizə görə belə yazıram. Məsələn, başqa bir desəydi, 5 deməsiydi, 7 desəydi nə qaracaqdıq? Məsələn. Onda nə edirik müəllimlər? Nə edirik? Baxın. 3'ü 5'ə böldüm, qalıq qaldı 3. Təzədən buradan bir 3'ü də götürüb bax bu qalığa vururam. Hər dəfə bax bu 3'ü qalığa vururam. Aydındır müəllimlər? 9'u 5'ə böldüm. Qalıq 4. 3'ü 5'ə, 3 dəfə 4'ün 12'ni 5'ə böldüm. Qalıq 2. Düzdür? Sonra 3 dəfə 2'nin 6'nı 5'ə böldüm. Qalıq 1. Vəssalam. Təkrarlandı mı? 1 oldusa 0 olsa təkrarlanır müəllimlər. İndi baxıram mən buradan. 1, 2, 3, 4.
4 oldu, düzdür müəllimlər? 3 üstü 4. 3 üstü yox. 75'i bölüm 4'e. Burada Qalıq zətdən qaldı bir neçə? sıralanır da. 3 düzdür. Hı -hı. Bu 1 olanda bax axırda 1 qalanı 0 qalanı müəllimlər. Bunu götürük belə bütöv. Bu bizim dövrümüzdür. 75'i bax qüvvəti bölüm dövrə. Qalıq nə qaldı? 3. 3'ün üstündə 3'ü götürüb hesablayıram. Neçə eləyir? 27. 27'ni 5'e böldüm. Qalıq qaldı neçə? 5'e 2. yox, 7'ye. 5'e bölmüşdüm müəllim. Ona görə 5 götürdüm. 7'ye de bölsən həmin qaydını eləyəcəksiniz. Hə, 5'e bölmə 7. Hə, 7'ye de bölsəniz eyni qaydını eləyəcəksiniz. Hər dəfə 3'e vuracaqsınız. Qalığı 7'ye böləcəksiniz. Bütün hallarda eynidir. Qalıq tapanda yer tapın müəllimlər həmişə. Baxa bir sonra bir ikisine de baxım. Yox, bir ikisi vaxtımız var hələ. Başqa dərs. 70 vaxtda. Neçə müəllimə siz deyin mən də bilim. 70 neçə deyiz müəllimə? 7. 77. Anı 77. Aşağıda. Ha 71 değil müəllimə baxın. Bu A'dır, bu da B'dir. Bu A'dır, bu da B'dir. Bayaq bir düstü yazmışdım. Əkob A vurulsun A B vurulsun Əbub A B. Bu bizə nə 6 verir vursun müəllimə? üstü 2 A bərabər vurulsun 7 B üstü verir, 4. düzdür? A vurulsun B vermir müəllimə bu bizə. Bəli, Bəli. 6 vursun Onda üstü 2 belirsiz bərabər ki, 7. bəli. Demək, bax bu bizə verir 6 vurulsun x üstə gələ 2. Deyir onu bərabərlə buna. 8 7 olur üstə mənim də. 4'ü. X bayaq yazmışdım mən onu. X Hə. 8'dir. Təni əldə x tapırsın müəllimə. Tamam. Teşekkür ederim. Bayaq düstur mən demişdim, o düsturu bilin ki, yeri gələndə istifadə edəndə çox yaxşı olur da oradan. Başqa misallarda baxaq biraz. Bunlar sadət biraz irəli gedək. Bunların oxşarını bayaq demişdim, bunların. Ona görə də oxşaran dedim, onlar deməyim, başqa bir şey gedək. Bu müəllimə bildiyiniz müxtəsərdir, müxtəsərdən istifadə edəcəksiniz. Hı. Məsələn, buna baxaq müəllimə, burası fərqli görsənir. 90'a baxaq. Yox, fərqli deyil odunundur. 91 bayaq oxşarını demişdim, düzdür müəllimlər? Evet. İki buncu ala biləcək, bunlar sadədir, biraz irəli gedək. Məsələn, 102'də bunlar hökm ixtisar aparın sonra müəllimlər. A ilə B qarşılıqlı ardıcıl təkədlərdir. Gəl 102'ni yazaq, biraz fərqlidir bu. Önce ixtisar aparaq sonra. Bunlar ixtisar aparsaq burada nə qalacaq? 9'da 8. İndi burada deyək ki, A və B ardıcıl tək natural ədədlərdir. A ilə B ardıcıl təkdirsə, onda gələ belə çıxır ki, A üstə gəl 1 ilə B üstə gəl 1 ardıcıl cüt natural ədədlərdir. Düzdür müəllimlər? Bəli. A üstə gəl 16 1 ilə A üstə gəl 1 ilə B üstə gələk 1 ardıcıl cüt nə demək? Yəni onların əbubu nədir? 2'dir. Yəni belə çıxır, bunları 2'ye vuracağım. Mən bayaq yazmışdım, düzdür? Yanınıza gəlir. A plus 1, 8 vur, o 2, yəni 16'dır. Onda A olacaq 15. B də, B üstə gəl 1 də 18 olsa, B olacaq neçə? 17. Doğrudan da bunlar ardıcıl təklərdirmi? Bəli. A plus B cəmi soruşur, o da 32 eləyir. Bu tipləri birlikdə bunlar düzdür müəllimlər? 104'te neyi necəyim müəllimlər? Öncə natural bölünən sayı deyir. Öncə sadə qruplarını ayıracaqsınız. Sonra hesablayacaqsınız. Oldu müəllimlər? Mesela 107'ye baxaq. Müxtəsər Bu da məhsuldur. 6. Bildiğimiz müxtəsərdir və orada düstura nəzərə alacaqsınız müəllimlər. Bu x kubu üstə gəl y kubu bölünsün x plus y kimi baxsaq. Bunu müxtəsər kimi alsaq x plus y x kvadratı plus y kvadrat xy minus daha doğrusu plus y kvadratı. Bundan da bu ixtisa gedir. Daha doğrusu bu ixtisa gedir. Qalır bu. Yəni əkobun kvadratı. Əkobun kvadratı nə verir bizə müəllimlər? Bayaq yazmışdıq əkob nəyə bərabər? ABC. ABC-dir. Onda əkobun kvadratı ABC verir. Yəni bu olacaq nə? Bu x əkobdur. Əkobun kvadratı yəni ABC. Üstə gələ çıxılsın. Əkob vurulsun əbub. AB. Əkob vurulsun əbub. Üstə qoy. AB. AB. Üstə gələk əbubun da kvadratı. AB bölünsün C. Bəli. AB bölünsün C. Bu bərabərdir. 6'da 31 AB. AB-ləri ixtisar aparıq buradan geçək.
Qaldı nə? C üstə gələk. C çıx 1 üstə gələk. 1 bölü C bərabər. Bu tam üstə sayarsam neçə? 5 tam 5 tam 6'da 1. 6'da 1. Bu biri sağa aparım. Alıram C üstə gələk 1 bölü C bərabər. Bu sağla toplananda 6 tam 6'da 1 edir. 6,1. C'miz Ay, 6 çox idi. buradan. Deməli, C Belə 6'dır. çıxır C 6'dır. 6'da 1 ola bilməz təbii ki. Çünki ortaqlıqların hansı deyil. 6'da 1 olmaz. 6 amma olacaq. Bəli. Müxtəsər tətbiq edəndən sonra. Biraz irəli gedək. Məsələn 109'da məsələn mən hökmən buradan ortaq vuruq çıxardım. Ortaq vuruq çıxardın ki, bax buradan 2 yeni çıxardaq. Nə qalacaq? 2 2 n plus 3. Topluda var o zaten mənim. 2 plus 5. Hə. Toplu Hər lazım. ikisindən 2 yeni çıxardıram. Hər ikisindən 2 yeni çıxardıram. Burada qaldı 2 n plus 1, burada qaldı 2 n plus 5. Bunlar nədir müəllimlər? Ardıcıl təklər deyil bunlar. Acil ədədlər. Ona görə 1'dir. Bəli. 2'nin bərabər. Bunlar 2'nin ardıcıl tək bərabər. olduğuna görə, ardıcıl tək olduğuna görə bura 1 verir. Onda belə çıxır 2 n bərabər 12 deyir. En 2 6'dır. n sağ ol. 12 desə n 6 olacaq. Aparım burada da n çıxardım kənara qoy eşit daha rahat hesablamaq üçün. M vurulsun. Eko En plus 1, n en plus plus 4. 1 n plus 4 bəli. İndi aparıb yerinə yazıram 6 vurulsun. 7 Eko ve 10'du. 7 ilə 10. Bunlar da qarşılıqlı sadə olduğuna görə ki bu 7 76, 70 ilə 420. vurdum 6'ya. 420. 420. Daha asan hesablamaq üçün vuruq çıxardırıq. Amma belə də hesablaya bilərsiniz təbii ki, hansı xoşunuza gəlirsə. Müəllim, o biri test banklarını götürəcəyik evə. Onu gələn dəfə. Məsələn 119'a baxaq müəllimlər. Deyir ki, A 0 ilə 90 arasındadır. Əbab A 30 bərabərdir 6. Yəni 6 olar nə edir? Ortaq bölənidir. Yəni A ədədi 6'ya bölünən ədəddir müəllimlər. 6x məsəl üçün, düzdür? Gətir burada A-nın yerinə 6x yazsam əgər burada əbab 6'ını çıxardaq çölə mənim. 6x bəli, 6x və 30 bərabər 6. 35 qaldı. 6'nı çıxardıram və 6'ya bölürəm. Alıram nə? Əbab x və 5 bərabər 1. Müəllimlər bu nə deməkdir? Yəni x ədədi 5 ilə qarşılıqlı sadədir. Düzdür? 1'dir. Düzdür. Əbab 1 isə qarşılıqlı sadədir. Yəni 5'ə bölünməyən ədəddir də. X ədədi 5'ə bölünməyən ədəddir. İndi baxın müəllimlər. Və nədir? Burada nədir? 5'ə bölünməyən ədəd var ki, burada nədir? Sənədi buradan tapacağıq. Əgər 6x 90'dan kiçikdirsə, onda x nədir? 15'dən kiçikdir. 15'ten 15'dən kiçik nədir? Soruşur. Qiymətlərin 5'e cəmliyinə görə müəllimlər. bölünməyənədir. 15'dən kiçik 5 ilə qarşılıqlı sadələrin sayını soruşur bizdən. Yəni 5'ə bölünməyənlər. Gəl oradan belə çıxaq da. 5'ə bölünən 15'dən çıxaq. 15. Onda belə idi müəllim. Bütün cəmdən, yəni 1 üstə gəlir, 2 12 üstə gəlir və s. 14 cəmindən, bütün hamısının cəmindən çıxaq 5'ə bölünənləri. 5'ə bölünən hansılardır? 5 ilə 10. 5 ilə 10'un cəmini çıxaq. 15'i çıxırıq. Qaldı nə? 5'ə bölünməyənlərin cəmi. Düzdür müəllimlər? O da neçə qalacaq? Bilmirəm. 2-dən 13'ə qədər də. Çünki 1-dən 14 cəmi 15 elli axı. 2-dən hara qədər? 13'ə qədər. 10 Bu da neçə edir? 15 böl 2 vur 14 düzdür. 2'dən 13'ə qədər 14 edir. ilə tapırsınız. Mən 14 12'ye 12 edir. Hə, sizlə ilə bəli. O da neçə edir müəllimlər? 90 ilə Bəli. x-lərin cəmi 90'dır. Bizə deyir A-nın cəmi. Təbii ki 6'nı vuracağım x-lərin cəminə. 6 vur 90. O da 540. Bilirsiniz müəllimlər belə. Demək ümumi cəmdən çıxdım nəyə? 5'ə bölünənlərin cəmi. O da oldu 5'ə bölünməyənlərin cəmi. X-lər də ha onlar. Onlarla onda 6'ya vurdum çünki 6 A ədədi 6'ya vurduğundan dedim. 6 vurup x deməkdir ona görə. Məsələn 121'ə baxaq müəllimlər. Bunu bayaq üstündən yazaq mı? Gəlin bunu bölməyinə götürüm yoxsa? Çıxmayın yoxsa bölməyinə? Yox bu bayaqkindandır. Bu nə x-ə bərabərdir. Bu demək ki müəllim bu x-ə bölünür deməkdir. 4x plus 6 x-ə bölünür. Bunu da belə yazalım. 4 üstə gəl 6 böl x. 6'nın bölünləri, natural bölünləri, x naturaldır.
Altı natural bölünərdə 4 dənədir də. Bəli, Natural dörddən. 4 dənədir. Bu sadəymiş. Mesela 120-sə baxaq, deyir ki, ifadəsinin ala biləcəyi natural qiymətlərin cəmini, bu da bayaq kimi müəllimlər F kökünü eləyək də. Qısa yazıram əbub. Kiçiyi saxlayıram həmişə. Böyükdən kiçiyə çıxıram. Burada bölmək yox, çıxmaq daha yaxşıdır. X plus 2. İndi yenə yazdım əbub. İndi kiçiyi saxlayıram. Gəlin bu dəfə bölüm. Bölmə eləyim. Gəlin bu dəfə bölmə eləyim. 2x plus 2-ni, 6-nı x plus 2'ye bölüm, qalığı götürəcəm burada. 2 düşəcək, düzdür müəllimlər? Qalır. 2x plus 4, qalıq 2, bəli. Belə onu daha tez orada 2. Deməli, belə çıxır ki, indi təzdən geri götürürəm. 2-ni götürürəm, əbub. 2 qalsın. X plus 2-dən 2-ni çıxıram, qaldı x, bəli. Onda belə çıxır ki, x naturaldır. X-ni ala biləcəyik. Deməli, 2-nin əbub 2-nin eksin nə ola bilər müəllimlər? 2'ni bölünürlər ya 1 olar, ya da 2 olar da, düzdür? 1 və 2. Bəli. X ya 1 olacaq, 2 ilə 1-in əbubu. Cəmidə 3. Burada 2. Cəmi də olacaq 3. 3 deyəcək variant. Məsələn, 124'e də baxaq. Baxaq mı? Yoxsa yeni baxarsınız o renklərdən? Gəlin baxaq, əlimizdə 2 baxaq da. Əbub. Bölmə ilə diləmək olar müəllimə bunu yoxsa? Bax, burada bölmə sərf eləmək üçün 6x-i 4x-i böləndə yaxşı alınmır. Biraz sadə. Öncə çıxaq sonra, hə. Öncə çıxaq 4x plus 20-ni saxlayıram. Bundan 4x plus 20-ni çıxanda 2x plus 12. İndi bölsəm olar. Çünki 4x 2x-ə bölünür axı. 2x plus 12-ni saxlayıram. Gəlin 4x plus 20-ni bölüm 2x plus 12-yə. Çıxma ilə də aslında yeni şey alacaq, amma biraz uzun gelir də onda. Qalır burada 2 düşür. 2'də 2, 4x plus bu 12 idi. Bəli. Qalıq 4 qalır. 24 oluyor onda. Hə, 4. Mənfi Onda qalıq. yox. Yox, hələ çıxmayın eləyək, onda hələ bir sərf eləmədim. Gəlin çıxmayın eləyək. Mən buradan düz çıxdım da müəllimlər, düzdür. 2x plus 12. Düz çıxdım, hə. İndi yenə kiçiyi saxlayayım, 2x plus 12-ni saxlayayım, hələ ki, çıxmayın. Hələ bölməyin eləməyim. Bundan bunu çıxan nə eləyir? 8. Yox, 2x plus 8. Düzdür? İndi bölməni eləyə bilərik. Ya da çıxmayın da eləyə bilərik, fərqi yoxdur. 2x plus 8 qalsın. Bundan bunu çıxanı 4 eləyir, düzdür? Düz yazıram müəllimlər. Səhv eləmirəmsə hardasa. Diqqət edin, mən ola bilər sarı səhv eləyərəm. İndi yenə 4'ü saxlayın. 4'ü saxlayın. Bundan bunu çıxanda 2x plus 4. Gəlin onu bölmə eləyək də. 2x plus 8'i 4'ə böləndə nə düşür? Çıxmayın eləyək. 2x plus 4. 2x plus 4. Yenə 4'ü saxlayıram. Təzədən 2x. Bundan çıxanda 2x. Vay. 2x alındı. Düz çıxdım müəllimlər. Düz yazdım. Dəqiq olsun. Sonra səhv eləməyəcək. Heç nə. Onda bizə nə deyir? İfadəsini ala biləcəyi natural qiymətlərin sayını tapın. 4'ün bölündüyü cüt ədədlər. 4'ün bölündüyü cüt ədədlər. Düzdür müəllimlər? 4'ün bölündüyü cütlər hansılardır? 2 ilə 4'ün özüdür də. Başqa var mı? Yoxdur. Neçədən oldu müəllimlər? 2 dənə. Normal 4'ün bölündüyü ədədlər 1, 2, 4 düzdür. Amma burada 2x olduğuna görə cüt olmalıdır müəllimlər. 4'ün böldüyü cüt ədədlər orada 2 dənə. D variantı aldım. Əgər hesablamanı səhv eləmədimsə düz aldım. Hə müəllimlər, mən yekunlaşdırmalıyım, o bir qrup gözləyir məni. Sualınız var mı müəllimlər? Yoxdur, düzdür. Xeyr, müəllimə, çox sağ olun. Gözəl belə qalsın. Zaten vaxtında yoxdur, izah eləməyə. O qrup gözləyir məni, zaten gecikmişəm. Yaxşı müəllimlər, inşallah bunu qəşəng yazırsınız. Oldu müəllimlər. Video canlı göndərəcəm. Video canlı göndərəcəm. Allahın köməyi ilə baxacaqsınız, yaza bilmədinizsə oradan. Çox sağ olun müəllimə. Sağ olun müəllimə. Gələn dəfədə inşallah EMAŞM 22-23-dən verəcəm bunu. Orada biraz adca fərqliləri var da, oradan da yazaq ki, hazırlaşaq da, emiqə hazırlaşırıq.
Oldu müəllimlər, sağ olun. Gecəniz xeyrə Evet, qalsın. çok sağ olun. Sağ olun. Özünüzə diqqət olun. Sağ olun. Xeyrə qalsın. Sağ olun müəllimlər. Video kaydı göndərsəm sonradan xəyanət istəyirsiniz.